Hər vaxtınız xeyirli uğurlu olsun əziz abituriyentlərimiz və kanalımızın dəyərli izləyiciləri. Mənim bugünkü video izahım sizlərin istəyini nəzərə alaraq 10 may 2026-cı il tarixində keçmiş din fizika blok sınağının birinci qrup üzrə sınağın həlləri olasıdır. Baxmayaraq ki, həmin bu sınağı bir neçə müəllim öz YouTube kanalına yerləşdirib, amma yenə də dəfələrlə sizlərdən gələn istəyə görə mən bu sınağın video izahını çəkməyə çalışacağım. Başlayırıq birinci sualımızdan. Deyir, bu ifadə hansı fiziki kəmiyyətin vahidinə uyğun olacaqdır? Gəlin, bax, ilk öncə bu hissəni buradan həll edək. Kökün altındakı olan, oradan görə hansı vahidi çıxara bilərəm. Amma metr olduğu şəkildə saxlayarım. Hələ ki, yalnız kökün altını həll etmək istəyirəm. Henry vurusun Faraddır. Biz demişdik ki, Henry'nin ən yaxşı açılış yolu volt vur saniyə bölünsün amperdən ibarətdir. Və Henry'nin yerinə volt vur saniyə bölü amper yazıram. Bir Faradın açılışı isə kulon bölünsün voltdan ibarətdir. Faradın da yerinə yazıram kulon bölünsün volt və bu hissədən görək nə ixtisar gedir. Voltlar ixtisar olunur. Gəl elə bunları yerindəcə silək. Sonra qalır burada saniyə əsas vahid, amper əsas vahid bundan açılmır. Amma kulonun açılışı isə bilirik ki, amper vur saniyədir. Deməli, kulonun yerinə yazıram amper vur saniyə və buradan amperlər də ixtisar olunur, qalır saniyə vurulsun saniyə. Bu da saniyənin kvadratıdır. Saniyənin kvadratı da kökün altından saniyə şəklində çıxacaqdır. Belə, yəni bizə bu kökün altı saniyəni verdi. İndi gətirək bunu bu yanda icra etməyə çalışaq. Deməli, biz bu hissəni, bax, buranı aldıq ki, 1 saniyədir, məxrəcimiz saniyədir. Sürət də metrdir. Metr də saniyə bölüləndə bu bizə sürəti verəcəkdir və cavab C variantına gedir. 32-ci sualımızda bir-birinə paralel qoyulmuş iki turmalin kristalın oxları arasındakı bucaq 18 dərəcədir. Bu sistemdən keçən işığın intensivinin maksimum olması üçün kristalların oxları arasındakı bucaqları necə müəyyənləşdirilməlidir? Gəlin də bax, biz bunu belə anlayaq. Biz buradan iki dənə paralel deyək ki, lövhələri götürürük. Bax, bu cür şəkildə belə paralel lövhələrimizi götürdük. Deyək ki, bu da işıqdır. Gəlir buradan keçir. Bax, bu cür şəkildə keçib gedə biləcəkdir. Yəni, buna bu lövhələr, birinci lövhə və ikinci lövhə paralel şəkildə qoyulmalıdır. Yəni, bu maksimum işığın intensiv maksimum keçə bilməsi üçün aradakı bucaq fərqi bunların 0 dərəcə olmalıdır. İndi gəl, bax, belə təsəvvür edək. Həmin bu paralel lövhələrinin birini düz qoyuram, şaquli istiqamətdə. Digərinə belə perpendikulyar istiqamətdə qoyacağım, belə. Amma belə olduğu halda buradan artıq işıq keçməyəcəkdir. Bax, bu hissədən artıq bu bir yana keçə bilməyəcək. Və belə olduğu halda isə biz bu birinci ilə ikinci şəkli, birini şaquli, birini üfüqi şəkildə qoysaq, artıq buradan işıq keçməz və buna isə deyəcək ki, bu 90 dərəcə olacaqdır. Yəni, işığın artıq burada intensivliyi minimum sıfıra düşür. Amma burada olduqda isə 90, 0 dərəcə olanda isə işıq bax buradan maksimum şəkildə gəlib keçəcəkdir. Ona görə bizə lazımdır ki, bu paralel lövhələri yuxarıda yerləşdirdiyim kimi hamısı paralel şəkildə olsun ki, işıq buradan maksimum şəkildə keçə bilsin. İndi bu 18 dərəcədirsə, elə bil ki, bax belə götür də, bu 18 dərəcə bax belədir. Bunu mən təzədən yerinə, əvvəlki yerinə qaytarmalıyım ki, işıq oradan maksimum şəkildə keçə bilsin. Yəni, belə yox, belə olsun. Bu cür şəkildə olsa, 90 dərəcə olsa, artıq buradan işıq keçməz. Amma ki, belə bu cür şəkildə qoysaq bu lövhələri paralel şəkildə, o zaman buradan işıq gəlib keçəcəkdir. İndi o da mənə deyir ki, 18 dərəcədir, 18 dərəcədir. Deməli, mən bunu götürməliyim, tam 0 dərəcə. Aradakı yəni bucaq fərqi 0 olmalıdır ki, oradan işıq keçə bilsin. Neynədim artıq mən burada? Deməli, 18 dərəcə azaltdım da işıq tam şəkildə keçə bilsin. Əgər yadıma düşsə, bunu videosunda yerləşdirəcəm. 32 B variantı olur. 33-cü sualımızda isə bu hissələrimizi buradan silək. Sual 33. Müxtəlif müqavimətli rezistorun uclarındakı potensiallar fərqinin, yəni ki, gərginliyin cərəyan şiddəti, yəni i-dən asılılıq qrafiki verilir. Birinci rezistorun müqaviməti 30 ohm olarsa, ikinci və üçüncü rezistorların müqavimətləri nə qədər olacaqdır? Bu bizə deyir ki, mən sənin birinci müqavimətini 30 ohm vermişəm. Sən isə ikinci və üçüncü müqavimətlərini tapmalısan ki, bunlar nədən ibarət olacaqdır?
Mən öncə baxıram ki, şaquli xəttimiz bizim gərginlik, yəni potensiallar fərq edir. Üfüqi xəttimizdə cərəyan şiddəti olacaqdır. Həmişə hansı hissəni verirsə, o hissədən birinci yana çıx. Yəni birinci müqavimət mənə verilirsə, onda birinci müqavimətin nəyə görə 30 ohm olduğu, hansı rəqəmlərin altında 30 ohmu verirsə, onu tapmaq lazımdır. Bu birincidirsə, buradan gətirəm, belə yazıram. Gərginlik xəttinə köçürdürəm. Birinci gərginliyimi tapıram. Sıfırdan hər damaya 1 volt deyirəm. 1, 2, 3, 4, 5. Deməli, birinci gərginlik 5 voltdur. İndi isə buradan baxıram, birinci cərəyan şiddətimiz də 1 amperdən ibarətdir. Və yazıram ki, Ohm qanunumuza görə müqavimət bərabərdir, U bölünsün I-dən ibarətdir. Birinci müqavimət tapıramsa, gərginlik də cərəyan şiddətlərində ayağına eyni indeks, yəni 1 qoyulacaqdır. Birinci bizim gərginlik 5-dir. Bunun yerinə 5 yazıram və birinci cərəyan şiddətimiz də 1-dir. 5 də 1-ə bölünəndə bu 5 olacaqdır. Yəni bizim buradakı qiymətimiz isə birinci müqavimətimiz 5-dən əvəz etdim. İndi isə ikinci müqavimətimizə baxıram. İkinci müqavimətdə U2-nin I2-yə olan nisbəti oldu. İndi isə gəl davam edək buradan bunu biz. Deməli, ikinci tərəfə baxıram. İkinci vəziyyətdə bu belədirsə, gətirəm bu xətti gərginin üstünə qoyuram. Yenə də ikinci gərginliyimiz 5 bölgüdür. Bura 5 volt yazıram və ikinci cərəyan şiddətimizdə 1, 2, 3 hər bölgəyə 1 amper deyəndə bu da elədir 3 amperdən ibarət. İndi isə gətirəm. İkinci gərginin yerinə 5 qoyuram və cərəyan şiddətimizin yerinə 3 qoyduq. İndi üçüncü müqavimətimizə baxıram. Üçüncü müqavimət də U3-ün I3-ə olan nisbətidir. Gəl bunu da buradan silək. Bunu müəyyən edək indi buradan da. Deməli, bu da üçüncüdürsə, onda baxıram ki, bizim buradakı üçüncü gərginliyimiz sıfırdan neçə bölgüdür? 2 bölgüdürsə, buna 2 volt deyirəm. Bu isə sıfırdan 3 bölgü bu yanadır. Bu da üçüncü cərəyan şiddətimizdə 3 amperdən ibarətdir. İndi gərginliyin yerinə, üçüncü gərginin yerinə 2 volt yazıram. Üçüncü cərəyan şiddətində yerinə 3-də 2 yazsın və salam. Bax, biz bu qiymətləri çıxarandan sonra birinci bizə nə verilibdir? R1 müqaviməti verilib. Tutaq ki, R1 ilə R2 üçün nisbət qrup yazacağıq. Yəni belə. Onda mən yazıram ki, tutaq ki, R2-ni R1-ə bölmək istəyirəmsə, baxıram, R2-nin qiyməti nə qədərdir? 5-də 3-də 5-dir daha doğrusu. R2-nin yerinə 3-də 5 yazıram. Sonra R1 nə qədərdir? Qiyməti 5-dir. R1-in də yerinə buradan 5 yazıq. 5-lər ixtisar olunur. Qalır bu 3-də 1. Buradan da biz R2-ni tapanda, yəni ikinci müqavimətimizi tapanda R1 1-ə çarpaz vurulur. R1 bölünəcəkdir 3 olur. R1 də 30-dursa 30 da 3-ə bölünəndə bizim buradakı müqavimətimiz 10 ohmdan ibarət olacaqdır. Bu yazım R2 müqavimətimiz elədi 10 ohm. İndi isə tutaq ki, R3 ilə R2-yə baxıram. Fərqi yoxdur. İstəsən R3 ilə R1-ə də baxa bilərsən. Necə ürəyin istəyir elə indeks qrup yaza bilərsən. R3 ilə deyək ki, R1-ə baxıram. R3-ümüz bizim nə qədərdir? 3-də 2-dir. R3-ün yerinə 3-də 2 yazıram. Vurulsun. R1-imiz də bizim nə qədərdir? R1-in də qiyməti 5-dir də. Bunu da yerinə götürdük. Buradan 5 yazdıq. Bu da belə. İndi biz lazımdır ki, bizə lazımdır. R3-ü tapaq. Buradan da mən R3-ü tapanda, deməli, sürətdə 2-dir. 2 R1-ə vurulur, olur bu şəkildə. Məxrəcdə 3-də 5-ə vurulanda, bu da elədi 15 və R1-in qiyməti bizdə 30-dur. R1-in yerinə buradan 30 yazıram. Sonra 30 ilə 15 ixtisar olunur, 2 olur. 2-ni də 2-yə vuranda üçüncü müqavimətimiz 4 ohmdan ibarət olur. Deməli, ikinci müqavimət 10-dur və üçüncü müqavimət 4-dürsə cavab buradan A variantına gedir. Bunu əvəzləmə üsulu da eləmək olar ki, yəni birinci müqavimətimizi bizə 30 deyirsə, bu deməkdir ki, harda ki sən 5 ohm gördünsə, bax misal üçün də bir dəqiqə qoy birinci müqavimətimizə baxaq. Bunları saxlayıram və birinci müqavimətindən tapmırsan, qiymət olaraq da 5 düzdür. Bu da sənə deyir ki, mən sənin birinci müqaviməti 30 ondan əvəz eləmişəm. O deməkdir ki, hesabatda qiymətin 5 tapmışam. Harda 5 görsən, sən onu 30 ilə əvəz edəcəksin. Sonra baxıram ikinciyə.
İkinci müqavimət 5 bölünsün 3-dür. Dedik ki, harda qiymət 5 olsa, sən onu 30 ohm ilə əvəz edəcəksin. 5-in yerinə götürürəm 30 yazıram. Məxrəcim də 3-dürsə 30 da 3-ə bölündü, bu elədi 10. Sonra üçüncü müqavimətimizdə qiymət olaraq 3-də 2 tapmışam. Bizə lazımdır, biz onu 5 ilə əvəz edək. 5 əgər yoxdursa bizim bu hissədə, onda nə edəsən? Sən sürəti də, məxrəci də hər ikisini 5-ə vuracaqsan. Onsuz da yenə də bunlar ixtisar olunanda nəticədə yenə də 3-də 2 qalır. Ona görə bunu həmişə belə yaz. Və buradan da yenə tapıram ki, bu 5-dir. Biz nə ilə əvəz edirik? 30 ilə əvəz edirik. Məxrəcimdə 3 vurulsun 5-dir. Burada 15-dir. Sürətimiz 2-dir. Bunu köçürdürəm. Və dedik ki, 1 5-dirsə 30 ohm ilə biz əvəz edəcək. Bu da yenə 30 da 15-ə bölünür 2, 2-ni də 2-yə vurur 4. Əvəz etmə yolu da yazmaq olar, yəni nisbət yolu ilə də yazmaq olar. İndi isə 34-cü suala baxaq. Verilmiş kütləli bir atomlu ideal qazın K halından L halına keçməsinə uyğun 1 və 2 keçidləri zamanı xarici qüvvələr üzərində gördüyü işlər araşdırıq və daxili işlərin dəyişmələri arasında hansı münasibətimiz bizim doğru olacaqdır? Ümumiyyətlə biz demişdik ki, qazın gördüyü iş araşdırıqla yazılır, xarici qüvvələrin gördüyü iş isə A ilə yazılır. İndi bizə araşdırıqı soruşur, yəni fərqi yoxdur. Əgərlərin biz PV koordinat sistemi görəndə nə cür forma versin, buradakı forma iş fiqurun sayəsine bərabər olacaqdır. Öncə baxıram ki, birinci halımıza. Birinci hala baxanda bu hissədən bizə fiqurun sayəsi bu qədərdir. Bax, bu qıraqdan, kənardan çəkirəm. Bu bizim birinci fiqurumuzun sahəsidir. Bunun içinə 1 yazıram. İndi isə gəl ikinciyə bax. İkinciyə baxsan nə qədər görsün? İkinci belə gəlibdir. İkincidə fiqurun sahəsi isə bu qədər olacaqdır. İndi məlum ki, hansı hissədə burada iş daha böyükdür. Bu birincidir, bu isə ikincidir. Da məlum ki, bunun sahəsi daha böyükdür da. O zaman deyəcəm ki, İkinci qazın gördüyü iş, birinci qazın gördüyü işdən daha böyük olacaqdır. 2 birdən böyükdür. 2 birdən böyük olanları buradan yazıram. Ya D variantıdır, ya da Y variantında cavab olacaqdır. İndi qaldı daxili enerjilərini tapmaq. Daxili enerjimizin də təzyiq ilə, həcmlə əlaqəli belə bir düstur var idi. Daxili enerjimizin dəyişməsi, yəni delta U bərabərdir. 2-də 3 PV-dən ibarətdir. Mən baxıram ki, burada nə təzyiq, nə də həcm sabitdir. Hamısı dəyişir. Çünki niyə görə? Təzyiq sabit olsa xətt ona belə perpendikulyar gedəcək. Həcm sabit olsa xətt ona belə perpendikulyar gedəcək. Buna görə mən bunlar hamısı dəyişdiyinə görə hamısını bu indeksin bu hissəsinə delta atıram. Yəni dəyişirlər də. Gəlin də belə baxaq. Buradan K'dan L'ə doğru gedir. Bu deltaların açılışı sondan başlanğıc çıxılmaqdır. Bax, birinci hələ sadəcə birinciyə fokuslanıram. Birincinin gedişat yolu K'dan L'ə doğru gedir. L onun son həcmi buradan yazıram, bura VL. K da onun son həcmi burada yazıram, VK. Bu bizim yazdığımız birinci həcmin vəziyyətidir. 1-dən 2-yə doğru gedir. İndi bunların təzyiqlərinə baxıram. Təzyiqimizin də demək L təzyiqi buradadır və K təzyiqi də buradadır. Hər birində indekslərinə buna yazırıq nə? Bura L birinci vəziyyətimə tapıram. Bu da birinci vəziyyət belə buydu. İndi isə baxıram buradan ikinci vəziyyətimizə. Bax, bunları silirəm. İkinci vəziyyətə baxıram. İkincinin xətti isə trayektoriyası bax belədir. Bu da belədir. Bu fərqi yoxdur ki, belə gəlib, yenə də bunun astanovkası dayanacağı haradır? Bax, buradan baxanda ikincinin gedişat yolu yenə də VL2 buradadır. VK 2 də burada oldu. İndi təzyiqə yenə baxanda L1 ilə L2-lər, K1 ilə K2-lərdə hamısında eyni şəkildə dəyişim olur. Bu da o deməkdir ki, birincidə, ikincidə daxili enerjilər hamısı eyni şəkildə olur. Yəni, fərqli bir yer deyil də, hamısının İlk başlıqları da, son başlıqları da eyni həcm, eyni təzyiqin üstünə düşdü. Demək, daxili enerjilərimiz eyni olur və cavab biz buradan D variantını götürürük. Baxaq 35-ci sualımızda. Yer səthindən şaquli yuxarı atılan cismin potensial enerjisinin zamandan asılı qrafiki verilir. Zaman 3 saniyə ərzində cismin kinetik enerjisinə bərabərdir və havanın müqavimət qüvvəsi nəzərə alınır. Deməli, bu bizə deyir ki, buradan bura kimi 3 saniyəyə görə sənin
buradakı kinetik enerji nəyə bərabərdir? Kinetik enerjimizin əsas ana düsturu bilirik ki, mv'nin kvadratı bölünsün 2-dən ibarətdir. Bizə isə nə kütlə verir, nə sürət verir. Biz əsasən bunları tapmalıyıq. İndi baxaq görək əlimizdə hansı fiziki əməllər var və nə cür şəkildə yola çıxa bilərik. Gəlin belə eləyək. Buradan bir üfüqi səth götürürəm. Üfüqi səthin üzərinə bir dənə topu alıram, atıram üzü yuxarıya doğru. Bu top lap təpə nöqtəsinə gəlib çatanda, yəni bura çatanda artıq bu hissədə son sürətimiz bitir. Son sürət bitdiyi üçün, yəni sıfır olduğu üçün bu cisim yerə gəlib qayıtmış olacaqdır. İndi baxıram niyə? Bu təpə nöqtəsində bu hissəmiz bizim maksimum qalxma müddətimizdir. Daha doğrusu qalxma müddəti. Qalxma müddətimiz, yəni bax bu hissəni bizə nə qədər veribdir? 2 saniyə verib. Məsələn, qalxma müddət 2 saniyədir. Düşmə müddət həmişə qalxmadan 2 dəfə böyükdür. Yəni düşməsi də uçuşu başqa sözlə 4 saniyədir. Bu belə. Həmçinin bu xəttimiz bizim maksimum hündürlükdür. H maksimumdur. Nəyinsə maksimum olmağa bilin ki, o bizə tam enerjini verəcəkdir. Deməli, bu pik nöqtəmizdəki, yəni bax bu hissədəki verilən bizə potensial enerjimiz lap təpə nöqtəsində, lap pik nöqtəsindədir. O zaman deyəcəm ki, deməli bizim buradakı potensial enerjimizin maksimum vəziyyəti artıq o çönüb olubdur tam enerji və tam enerjimizin də düsturu mgh maksimumdan ibarətdir. Buradan da onda belə çıxır ki, verilən tam enerjimiz bizim nə qədərdir? 400 joldan ibarətdir. Tam enerjinin yerinə götürürəm buradan 400 jolumuzu yazıram. Amma bizim kütləmiz yoxdur, j'miz yoxdur, amma hündürlüyü tapa bilərəm. Hündürlüyü nə cür taparam? Hündürlüyü buradan maksimum hündürlüyü zamana görə çıxartmaq olar. Yəni biz bilirik ki, h maksimum bərabərdir. J-T qalxmanın kvadratı bölünsün 2-dən ibarətdir. J 10-dur. Bax, buradan verilib. Düstura görə böl 2. T qalxmamız da bizim 2-dir. Yazıram bir də kvadratı 2-nin kvadratı. 2 kvadratı ilə 2 ixtisar olundu. Onu da 2-yə vuranda h maksimal gəldi elədi 20 metrdən ibarətdir. İndi isə verilənləri yerləşdirirəm. 400-ü mən aşağıdan yazıram. Kütləmiz naməlum bilmirəm nə qədər. J 10-dur. H maksimumuzu da 20 tapmışam. 2 sıfırlar ixtisar olunur. Kütlə də bərabər olur. 4-ü də 2-yə böləndə kütləmiz artıq bizim elədiyi 2 kiloqramdan ibarət. İndi qoy mən bunu kənardan yazam. Mən kütləni tapdım ki, kütlə 2 kiloqramdan ibarətdir. Qalır indi sürəti tapmaq. Biz sürəti nə cür şəkildə çıxarda bilərik? Dedik ki, lap təpə nöqtəsində son sürət sıfırdır. İndi bax elə bir buradayıq da təpə nöqtəsində son sürət sıfır. İndi bu buraya gələndə artıq onun buradan çıxdığı ilk başlanğıc sürəti gəlir sıfır olur. Bizə isə təpə nöqtəsi sıfırdır deyə buradan bura kimi bu aralıq bizə lazımdır. Yəni 2 ilə 3 saniyənin aralığındakı zamana fikir ver. Zaman nə qədərdir? Artıq oradakı zaman fərqimiz 3 ilə 2-nin fərqi 1 saniyədən ibarətdir. Bu isə yeniləşən hərəkətdir. Çünki bir cisim ki, yerə doğru yaxınlaşırsa, o yeniləşəndir. Yeniləşən hərəkət sözünün mənası sürətin artımı deməkdir. Sürət artır. Sürətin artımı, yəni yeniləşən düsturu da belədir. V0 üstəgəl AT, yəni JT yazacağım. İlk başlanğıc sürət sıfırdır. Onda V sadəcə bərabər olacaqdır. JT-dən ibarətdir. İndi J'miz məlumdur, 10-dur. Zaman fərqimiz də orada bizim 1-ə bərabərdir. Onu da 1-ə vuranda buradakı artıq sürətimiz 10 metr saniyədən gəlib ibarət olur. Və salam gətirəm. İndi kinetik enerjimizi kütlənin də sürətin də yerinə bunları yerləşdiririk. Və olur bizim bu ifadəmiz belə. Kütləmiz dedik nə qədərdir? 2-dir. Sürətimiz 10-dur. 10-un kvadratı elədir 100. Bir də düstura görə böl 2. 2-lər ixtisar olunur. Burada kinetik enerjimiz 100 joule olaraq cavab C variantına gedir. 36-cı sualımızda müşahidə başlanan andan K nöqtəsində olan cismin radiusu R-dir. Çeviri üzrə bərabər sürətlə hərəkət edir. Zaman 4/1 və 4/3 müddətləri üçün uyğunluqları müəyyən eləyəcək. Gəlin baxaq, görək necə çıxarda bilərik biz bunu. Bizə buradan 2 zaman verir. Birinci zamanın 4/1-dən ibarətdir. Bizim çıxış nöqtəmiz K nöqtəsi olacaqdır. K nöqtəsindən bu istiqamətlə görürəm ki, saat istiqamətdədir. 4/1 nə deməkdir? Yəni ancaq mən bu çevrənin yalnız və yalnız bu hissəsini getmişəm. Buradan bura qədər olan hissəsini getmişəm. İndi gəlin biz buna buradan yer dəyişməmizi tapaq.
Buradan bura kimi yer dəyişmənin tərifi nə cürüdür? Cismin başlanğıc və son nöqtəsini birləşdirən, bura başlanğıcdır, bura sondur. Başlanğıc və son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Bura olur bizim yer dəyişməmiz. Bu hissəmiz bizim bir radius və bu hissəmiz bizim bir radiusdur. Buradan da görürəm ki, 90 dərəcə var. 90 dərəcədə olanda və bu çəpinə xəttimiz bizim hipotenuzdur. Bu şaquli və üfüqi xəttlərimiz də bunlar da katetlərdir. Pifaqor teoremi də belədir. Hipotenuz kvadrat bərabərdir. Katetlərin kvadratları cəmindən ibarətdir. İndi burada hal-hazırda hipotenuz, yəni çəpinə xəttimizin yerində burada durur bizim yer dəyişmə. Hipotenuzun yerinə yazıram yer dəyişməmizin kvadratı. Bir katetimiz R, digər katetimiz R'dir. R ilə R-in də cəmi, daha doğrusu R kvadratların cəmi yer dəyişməmiz elədir 2 R-in kvadratı. Yer dəyişmənin başı kvadrattırsa bunlar da girir kökün altına. Oradan da yer dəyişməni tapanda bu da elədiyi kökdə 2 R-dən ibarətdir. Ümumiyyətlə, mən nəzəriyyəni izah edəndə demişdim ki, fərqi yoxdur. İstər zamanın 1/4 anı olsun, istər 4/3 an olsun, istər 4/7, 4/11-də, yəni məxrəcində qısacası 4 gördünsə, vəssalam bilməlisən ki, sənin yer dəyişmən həmişə qiyməti kökdə 2R olacaqdır. Həmçinin kökdə 2R, sürət dəyişmən kökdə 2V, impuls dəyişmən də, yəni P, kökdə 2P-dən ibarət olacaqdır. Yəni məxrəcdən 4 gördünsə, yer dəyişmən, sürət, impulsun dəyişməyə qiymət kökdə 2 şəklində olacaq. Sadəcə indi mən bunun özüm də bu hissəsindən çıxarış yolunu dedim ki, bilək. Deməli belə, mən nə tapıram? Yer dəyişməmizi tapdıq ki, kökdə 2R-dir. Bu bizim birinci olan gedişatdır. İndi ikinciyə baxın. İkincidə isə bu K nöqtəsindən gəlibdir. 4-dən 3-ə gedib. 4-də 3 nə deməkdir? Çevrəni 4 yerə bölürəm. 1 hissə, 2 hissə, 3 hissəyə gəldi, çıxdı. Bura bizim başlanğıcdır, burada bizim sonumuzdur. Buradan bura kimi bunun bu hiss, bax elə bil, buradan bura qədər gəlib də 4-də 3-üdür. İndi yenə bizim 4-də 3 dedik, düzdürmü? Yer dəyişməmiz yenə nə olur? Kökdə 2R olur. Məxrəcində 4 gördünsə, bax məxrəcdə 4 gördünsə, vəsyo. Yer dəyişmən olur sənin kökdə 3-dən ibarətdir. İndi yazıram ki, bu da olur kökdə 2R-dən ibarətdir. İndi oxuyaq, görək buradan başqa nələr var. Cismin yer dəyişməsi modulu kökdə 2R-dir. Bu isə onların hər ikisinin ortaqlarına uyğun gələcəkdir. Qoyuram bu bir ortaqdır. Cismin getdiyi yol 3πr bölünsün 2-dən ibarətdir. Yol nə cür tapılır? Yolun düsturu L bərabərdir 2πr bölünsün 2-dən ibarətdir. İndi ikinci yolu tapıramsa bunun nə qədər hissəsi gedib? 3-də 4. Onda bu gedilən hissəni, bir dəqiqə mən nə yazmışam bura? Yolumuz L 2πrdən ibarətdir. Bunun 3-də 4, 4-də 3 hissəsi gedib. Gedilən hissəyə həmişə vurulur. Bu da belə. İndi buradan da bununla bu ixtisar olunur, olur 3πr bölünsün 2-dən ibarətdir. Deməli, bu ifadə bizim ikinci şərtimiz, ikinci gedilən yola uyğun olacaq. Birincinin yolunu tapsaq, elə ümumi yolun düsturu 2πrdən ibarətdir. Gedilən hissədə nə qədərdir? 4-də 1-dir. Bunu da 4-də 1-ə vuranda, onda birinci yolumuz olur πr bölünsün 2-dən ibarətdir. Bu belə. Sonra bizə üçüncü şərtdə deyir ki, getdiyi yol, yəni L, yer dəyişmədən böyükdür. Yol yer dəyişmədən necə böyük olur? Gəlin buna baxaq da. Deməli, belə edirəm. Pi bölünsün 2-dir. Düzdürmü? Pi nə də qədərdir? 3-dür. 3-ü 2-yə böləndə bu elədir 1, onda 5 R-dən ibarətdir. Yer dəyişməmiz isə bizim kökdə 2R-dir. Kökdə 2-nin təxmini qiyməti 1, onda 4-dür. 1 onda 4-dür. Deməli, bu şərtimizdə o zaman olurmu? Birinci yol, birinci yer dəyişmədən böyük yoldur. İndi isə ikinciyə baxıram. İkinci yolumuzda 3pi bölünsün 2R-dən ibarətdir. Pi'miz bizim 3'dür, bölünsün 2'dir. 9'u da 2'ye böləndə burada R də var. Bu bizim ikinci yolumuz elədir. 4 onda 5 R-dən ibarətdir. İkincinin də yerdəşməsi kökdə 2R-dir. Dedik kökdəki təxmini bu kökdən 1 onda 4 çıxır da. Deməli, bunun təxmini qiyməti 1 onda 4 R-dir. Yenə də nə görürəm? İkinci yol, ikinci yerdəşmədən də böyük oldu. O zaman deməli bu şərt hər ikisinin ortaqlarına getdi də. Çünki birinci yolumuz da birinci yer dəyişmədən böyükdür, ikinci yolda ikinci yer dəyişmədən böyükdür. Deməli, üçüncü şərt hər birinin ortaqları oldu. Sonra 4. Sürət vektoru üfüqi sola yönəlib, təcil vektoru görək. İndi sürətlə
Biz təcilin istiqamətinə baxaq. Gəlin belə eləyək. Bunu buradan belə çevirək ki, tam bu hissəni biz görə bilək və bu biri tərəflərimizi bu hissələrdən silək. Deməli, bu cisim K nöqtəsindən yola çıxıb saat əqrəb istiqamətə gedir. Biz bilirik ki, sürət həmişə çevrəyə toxunan şəkildə olacaqdır. 1/4 deyiləndə 1/4-ə görə, bax bu 1/4 zaman anımıza görə sürətə baxıram. Bura gəldim, çatdım. Sürətimiz həmişə çevrəyə toxunan şəkildə olur. Sürətin istiqaməti belə. Təcil də həmişə çevrənin mərkəzinə doğru yönəldir. Bu da belə. Bu bizim birinci şərtimiz 1/4 zaman anımıza görə sürətimiz ilə təcrimizə aid olan hissələrdir. Deyir ki, sürət üfüqü sola doğru getdi. Bizim də sürətimiz hara doğru gedibdir? Üfüqü sola doğru gedibdir. Deməli, oradakı 4-cü şərtimiz buna uyğun gəldi və indi 5-ci şərtdə təcilə baxıram. Təcil bizə şaquli yuxarıdır. Burada isə deyir, şaquli aşağıdır. Onda gedirəm 4/3 olan vəziyyətimizə baxmağa. İndi yaxşı, bunu silirəm. Bu bura qədər imiş. İndi K cismimiz də buradan çıxır. Çevrənin 4/3-ünə gedir. Bir hissə, 2 hissə və 3 hissə. Buradan bura qədər gəldi. Buradan bura kimi gələndə sürət çevrəyə toxunan şəkildə belə olur. Təcil isə həmişə çevrənin mərkəzinə doğru belə yönəldi. Deməli, təcil nə oldu buradan? Aşağıya doğru getdi. Mən nə qədər hissə getdim buradan? 1, 2, 3. 4/3 getdim. Deməli, təcilin aşağı olmağı, bu isə getdi 4/3 olan tərəfinə belə bir cavablar tapa bildik. 4, 2, 5, 1, 3-dən ibarətdir. 4, 2, 5, 1, 3 bu Y variantına uyğundur. Sonraki suala baxaq. Cisim şəkildə göstərilən qüvvələrin təsiri altında tarazlıqda olarsa, F1 qüvvəsi modulu nəyə bərabər olacaqdır? Ümumiyyətlə, tarazlıq söhbəti o deməkdir ki, sən tutaq ki, bir qüvvənin istiqamətini belə tapmısan, deyək ki, bu olsun 20 Newton. Onda bunu sən tam əksin götürəcəksən ki, bu tarazlıqda qalsın ki, bunun yəni əvəzləyici qüvvəsi yaranmasın. Yəni, nə tapsan, tapdığın həmişə əksin götürəcəksən. Tarazlıqda qalmaq o deməkdir. Bir əvəzləyici qüvvəmiz olmasın. İndi istəyirsən gəl hələ ki, bunun bu hissəsini silirəm. Bax, belə yanaşırıq bu cür şəkildə. Nəyə görə? Ora 90 dərəcə görə. Onda bunun əvəzləyici qüvvəsi hardan çıxır? Buradan gəlib çıxacaqdır da. Bura bizim bir katetimizdir. Buranı bizə 8 verib. Burada bir katetimizi buranı da 6 veribdir. İstəyirsən gəl bunu kənardan köçürdək. 8 bura, 6 buradır. Orta hissəsi də bizim hipotenuzdur. Yəni, buradakı qüvvəmizi tapacağıq. Deməli, buranı götür, bax bu altını götür, belə paralel şəkildə köçürt, buranı götür, yerləşdir. Burada bizə 8-dir. Belə bir üçbucaq əmələ gətirdik. Buradan da 90 dərəcədir. Və nədir bu? Hipotenuzdur. Buralarda katetlərimizdir. Bu da belə. Biz də bilirik ki, Pifaqor teoremi belədir. Hipotenuz kvadrat bərabərdir. Katetlərimizin kvadratları cəmi. Yəni, buradakı F qüvvəni bizə F1 vermişlər də. Bax, bunun bu əksi olan tərəfi də belə götürük. F1-in bərabərdir kvadratı. Katetlərimiz biri 8-dir. 8-in kvadratı 64, biri 6-dır. O da 36. Bu da kvadratdır deyə salacaqdır bunları kökün altına. Belə yerləşdirdik. 64 ilə də 36-nın cəmi 100 eləyir. Bu 100 də kökün altından çıxdı, elədi 10 Newton. Bax, indi mən bu istiqamətdəki olan qüvvə nədirsə, onu 10 Newton tapdım. Bunu tarazda qalmaq üçün tam götürdüyümün əksini götürürəm ki, bu da 10 Newton əksi olur. Elə bir mənfi 10 Newton olur. Sadəcə modul dediyinə görə mən onun artıq müsbətini götürürəm və cavab E variantına gedir. Qısacası, həmişə tarazlıq söhbəti deyəndə qüvvəni nətər tapırsan? Bu ikisinin ortasından tapdın, tən onun ortasından götürsən və tarazlıq deyəndə tapdığın tam əksini götürəcəksən. 37 Y variantına gedir. 38-ci suala baxaq. Suala bu yana çevirək. Deyir ki, bizə hansı qrafik verilmiş kütləli ideal qazın izobar soyumasına uyğun olacaqdır? İzobar deyirsə, izobar sözünün mənası təzyiqin dəyişməz olmağı deməkdir. Soyuma isə deyirsə, bu isə temperaturun aşağı düşməyinə uyğun olacaq. Yəni, temperatur aşağı düşür də. İndi gəl belə götürək. Biz bilirik ki, bu təzyiqin konstant olmağıdır. Amma bu isə mənə rho-nun sabit olmağı verir.
Rho sıxlıqdır. Burada sıxlıq sabitdir. Yəni bu izoxor prosesdir. Bilirik ki, izoxor prosesimizdə həm sıxlıq, həm həcm, həm konsentrasiya sabitdir. Xətt nəyisə üzərinə perpendikulyar gedirsə, hansısa fiziki əməliyyat, o sabitdir. Mənə isə burada lazım deyil sıxlıq sabit olsun. Ona görə A variantını götürmərəm. B variantda yenə həmçinin sıxlıq sabitdir. Bunu götürmərəm. C variantda temperatur sabitdir. Bunu da götürmərəm. Ya D variantımıza gedəcək cavab, ya E variantına uyğun gələcəkdir. İndi mən nə cür baxıram? Mənə indi lazımdır ki, sıxlıq ilə temperatura əlaqə qurum və bir də təzyiq konstant olan hərfimiz düsturumuzun içində yerləşsin. Bizim də buna görə belə bir düsturumuz var idi. Rho bərabər idi. PM bölünsün RT-dən ibarətdir ki, bunun çıxarışını Klaperon tənlindən gətirib çıxartmışdıq dərs izahında və görürəm ki, sıxlıq temperatur ilə tərs asılıdır. Soyuma deyirsə bu temperaturun aşağı düşməyi, demək ki, sıxlığın isə o zaman artımıdır. Axı tərs asılır, biri yuxarıda yerləşir, biri aşağıda. Tərs müəlləq yerləşirlər. Və bir də sabit qalan hərfimiz təzyiqdir. Deməli, bizim indi buradakı rho ilə T-nin tərs asılıq qrafiki ya bunu götürəcəm, ya da bunu. Bax, bu qrafiklərdə bunlar təzyiqlərin konstant olmağı deməkdir. Yəni, təzyiq iştirak etmirsə, təzyiq burada gəlib konstant olacaq. İndi mən tərs asılıqda bu oxu nə cür götürəcəm? Kim artırsa ox ona doğru gəlir. Hansı fiziki qiymət artır? Sıxlıq. Demək ki, ox sıxlığa doğru gələcək. Amma temperatur azalırsa ox temperaturdan uzaqlaşmalıdır. Kim ki artır, ox ona doğru gəlir. Kim azalırsa ox ondan qaçacaqdır. Demək ki, cavab buradan D variantına uyğundur. Amma E variantına baxanda ox temperatura doğru gəlir. Bu güya temperaturun artımı, onda bu güya sıxlığın azalmağı sayılır. Yəni, bax, bunu belə də götürə bilərsən. Bax, belə də başa düşə bilərsən. Buradan tutaq ki, bu, buradan bura doğru gəlir. Düzdürmü? Buraya bir nöqtəsi qoyuram, burası iki nöqtəsi qoyuram. Bir nöqtəsində temperaturum buradadır, iki nöqtəsində temperaturum buradadır. Temperatur neynədir? Buradan bura doğru gəldi. Yəni, sıfıra doğru gəldi, azaldı. Sıfıra doğru nə yaxınlaşırsa o azalmaqdır. İndi bura bax, birinci vəziyyətdə sıxlığın buradadır, ikinci vəziyyətdə isə sıxlığın buradadır. Sıxlıq daha uzaqlaşdı sıfırdan. Bu isə sıxlığın artımı sayılacaqdır. Belə, cavab D variantına gedir. İndi isə 39-cu sualımıza baxaq. Bu sualımızda deyilir ki, neonun belə izotopları var. Aşağıdakı hansı mülahizələrimizdir yanlış olacaqdır. Gəlin oxuyaq. Hər iki izotopun nüvəsi neutronların sayına bərabərdir. Bunu kənardan yazıram mən. Neon, deməli bu nədir? 10, 20 izotopu. Digər neon isə 10, 22-dən ibarətdir. İzotopdur. İzotoplar zetlərdir. Yəni zetlərimiz bizim burada, bax bu hissədə yerləşmiş olacaqdır. Görürəm ki, zetlərimizin sayı hamısı eynidir. Bu nə deyir? Deyir eynidir. Deməli, birinci ifadə doğrudur. Bura bir üstəqə qoyuram, amma o isə mənə yanlışdır. Səhv olanı mən götürəcəm. İndi B variantına baxıram. Hər iki izotopun nüvəsindəki neutronların sayı fərqlidir. Neutronları nə cür tapılacaqdır? İndi birincini tapıram. Bax, bunu tapıram neytronu. Neytronu tapanda A-dan, yəni kütlə ədədindən Z-i çıxacam. Belə. İndi A da harda yerləşir? A buradadır, yəni kütlə ədədimiz budur. A-lar yuxarıda yerləşir. Deməli, yazıram buna ki, A-mızın qiyməti 20-dir, Z-imiz də 10-dur. 20-dən 10-un çıxanda bunun neytronu elədir, ondan ibarətdir. İndi ikinci üçün baxıram. 10-22 neytron üçün baxıram. Buradan da yenə neytron tapanda A-dan Z-i çıxıram. 22-dən də 10-un çıxanda bu da elədir. Bir dəqiqə 12-dən ibarət. Buraya yazıram ki, bu da elədir 12. Nə dedi o mənə? Dedi, neutronların sayı fərqlidir. Deməli, biri 10-dur, biri 12-dir, fərqlidir. Bu da doğruymuş. Bunu da götürə bilmərik. Sonra baxıram üçüncü variantda. Neon izotopundakı nüvəsindəki protonların sayı neutronların sayına bərabər olacaqdır. İndi mən neutron, bizə hansını dedim? 20, 10, 20-yə baxıram. Bax, buna baxıram. Verilən şərt görək nə deyir? Protonlarımızın sayı Z-dir. Bu Z-imizdir. Bizim neutronların sayına bərabərdir. Neutronların da sayı 10-dur. Deməli, N ilə Z, baxıram ki, hər ikisi 10-dur. Deməli, bu şərt də doğrudur. 3-ə də üstəqə qoydum. Keçdik D variantına. Neutron izotopunun nüvəsindəki neutronların sayı protonların sayından 2 vahid çoxdur. Bizə hansına deyir, baxaq. Biz buradan 10-luqla 22-yə baxıram. Yəni, bax, buna baxıram. Hə, bunda görək nə dedi bizə? Deyir ki, neutron
Neytronların sayı protonların sayından 2 vahid çoxdur. Neytronların sayı 10'dur və protonların da sayı, daha doğrusu üzr istəyirəm. Neytronların sayı 12'dir. Z yəni protonların sayı 10'dur. Nədən çoxdur? Neytron Z-dən nə qədər çoxdur? 12 budur, 10 da budur. Deməli 2 vahid çoxdur. D variantımız da doğrudur. Bunu da götürmürəm. İndi məlum ki, də cavab Y variant qalacaq da. 7 isə deyir, hər iki izotopda nukleonların sayı eynidir. Aha, elə burada böyük bir səhvlik var. İndi gəl buna baxaq. Baxın. Deməli nə deyir? Deyir, nukleonların sayı izotopda nukleonların sayı eynidir. Nukleonlar harda gedir? Bax, nukleonlar A'lardır, yəni kütle ədədlərdir. Gör, A'lar eynidirmi? Bu A'nın qiyməti 20'dir. Bu biri A'nın qiyməti 22'dir. Deməli, bu yanlışdır ki, mən buradan yanlışı deyir də götürüm. Yanlışımız da Y variantına gedir, çıxır. 40-cı sualımıza baxmamışdan öncə bu tərəfləri silək. Bu sualda deyilir ki, bizə bir cins elektrostatik sahədə nöqtəvi Q yükünə sahə tərəfindən təsir edən qüvvə F-dir. Həmin sahədə nöqtəvi 2 Q yükünə təsir edən qüvvə nəyə bərabərdir? Nöqtəyə kimi verilən hissələr, bunlar bizim birinci tərəflərimizdir. Və bir cins elektrostatik sahə deyəndə bilməlisən ki, intensivliyin sənin yəni konstant olacaq. Başqa sözlə demişdik ki, konstantlar düsturumuzun içində mütləq olmalıdır. Bizə deyir ki, sənin birinci yükün var, onu mən Q ilə əvəz eləmişim. Birinci qüvvən də var, onu mən F ilə də əvəz eləmişim. Bax, buradan Q və F, bunların hər birini Q ilə F ilə əvəz eləmişim. Sonra növbəti şərt verir. Həmin sahə nə deməkdir? Yəni, intensivliyin eyni şəkildə olaraq qalır və deyir, indi bu dəfə sənin ikinci yükünü 2Q şəklində vermişəm və deyir ki, bu qüvvə nəyə bərabər olacaq? İkinci qüvvə nəyə deyir? Bərabərdir. Aha, indi baxıram nəyə? Bizim əlimizdə yük var, qüvvə var, intensivlik var. Bax, bu üç fiziki kəmiyyətə uyğun olaraq bizim düsturumuz Y bərabərdir. F bölünsün Q-dən ibarətdir. Buradan da qüvvəni tapanda F bərabər olacaqdır, Q Y-dən ibarətdir. Yazıram buna, F bərabər Q-Y'dir. İndi də nisbət qrup yazaq. İkinci qüvvənin birinci qüvvəyə nisbəti, yəni F2-nin F1-ə nisbəti intensivlik eynidir. Bu məlum düsturda olmalıdır, amma nisbət həmişə fərqli hərfə görə yazılır. Görürəm ki, yüklər fərqlidir. Onda nisbətini belə yazacağım. Düz asılı olduğu üçün Q2-nin Q1-ə nisbətini yazacağım. İkinci yükümüz 2Q-dür. Birinci yükümüzə 1Q-dür. Q'lər ixtisar olunur. Nisbətimiz 2-yə bərabər olacaqdır. Bu 2-ni yaxınlaşdırın, belə yazaq. Oradan da bizə F2 qüvvəsini tap deyir. F2-ni tapanda bu oldu 2 F1-dən ibarətdir. F1-də bizə vermişdi nə qədər? Bir F şəklində vermişdi, deyə F veribdir də. Onda mən F1-in yerinə F yazdım. Cavab 2F olaraq olur hara? C variantına 40 gedəcəkdir. Daha doğrusu D variantına gedir. İndi isə 41-ci sualımıza baxıram. Başlanğıc B0 impulsunun şaquli yuxarı atılan M kütləli cismin maksimal qalxma hündürlüyü hansı ifadə ilə təyin olunacaqdır? Aha. Gəl indi deyilənləri təsvir edək. Bura bizim üfüqi səthdir. Üfüqi səthin üzərindən bir topu alıram, atıram üzü yuxarıya doğru. Bu belə. Bu hissə bizim H maksimal hündürlüyümüzdən ibarətdir. Buradan bizim bu qalxma müddətimiz olacaqdır. Bu hissədən də atılan başlanğıc sürətimiz V0-dan atılacaqdır da bu cisim. İndi biz nə cür bilirik? Mən impuls deyirsə mənə, görəm orada impuls var da. İmpulsun düsturu P bərabər mv-dən ibarətdir. Yəni, görürəm ki, oradan başlanğıc impuls varsa, onda buna P0, buna da V0 şəklini yazacağım. Demək ki, mənim burada hədəfim H maksimalın 2 düsturu vardı. H maksimalımızın düsturu biri V0-ın kvadratı bölünsün 2J'dir. Biri isə zamana görə JT qalxmanın kvadratı bölünsün 2-dir. İndi məndən də buradan sürət lazımdır deyə, sürətlə əlaqələndirmək lazımdır deyə. Onda mən bu düsturu götürəm, o birini götürmərəm. Belə. Yəni, H maksimumumuz bundan ibarətdir. Sonra mən baxıram ki, bizim başlanğıc sürət yoxdur. Başlanğıc sürəti haradan gətirim, çıxarım? Və başlanğıc sürətimiz P bərabər mv-dir deyə. Buradan V0-ı çıxarıram. V0-ımız bizim bərabərdir. P0 bölünsün m-dən ibarətdir. Bunun da yerinə, bax bu V0-ın da yerinə bu ifadəmizi yerləşdirəcəm. Onda bu ifadə olur belə, H maksimal bərabərdir. 2 şeyimiz məxrəcdədir. V0-ın yerinə sadəcə P0 bölünsün m yazmıram. Niyə görə? Çünki görürsən, sürətin başı kvadratdır. Onda bunun da kvadratı olur. Kütlənin də kvadratı şəklində olacaqdır.
Vəssalam, bizim bu son ifadəmiz bu şəkildə olacaqdır. Buna uyğun gələn cavab hansı olur? A variantına gedir. 42-ci sualımızda. Kapalı keçirici konturda sabit VK 1 metr saniye sürətlə sol tərəfə hərəkət etdirilir. Sabit maqnit necə hərəkət etdirdikdə bu konturda induksiya cərəni yaranmaz. Aha, deməli, bura bizim kontur, yəni dairəmizdir. Dairənin sürətini mənə, yəni V konturun sürətini 1 metr saniyə verir. İnduksiya cərəni yaranmaz deyirsə, aradakı sürətimiz 0 olmalıdır. Yəni, elə mənim sürətimiz olmasın. Bu isə bizim maqnitimizdir. İndi mən maqniti əgərlərim kontur ilə qarşı-qarşıya gətirsəm, yazıram maqnit belə bir sürətdən qarşı-qarşıya gətirsə, bunların sürətləri toplanacaq. Axı sürətlər qarşı-qarşıya yəni toplanır da, birlə bu bir toplanar, onda sürət 2 metr saniyə eləyəcəkdir. Ona deməli, induksiya cərəni yaranar. Sürətin bir qiyməti olarsa, induksiya cərəni yaranar. Elə etməliyim ki, burada sürət yaranmasın. Induksiya cərəyanımız o zaman olmayacaqdır. Bu belə. Dairəni dedi ki, bizə sol tərəfə doğru sürətinə istiqamət də solu göstərir, də oxsuyu olub göstərir. Bunu bizə 1 metr saniyə verir. Onda mənə lazımdır ki, mən bu maqniti alım, elə bunu da həmin sürətlə sola doğru qoyum ki, V maqnit 1 metr saniyə sürətlə qoyum ki, eyni sürətdən eyni sürəti çıxanda artıq buradakı sürətimiz 0 olsun. Sürət də 0 olanda onda induksiya cərəni yaramaz. Demək, neylədim? Mən də bunu kontur kimi, yəni dairə kimi maqniti üzü sola doğru yönəltdim. Demək ki, cavab Y variantına gedir. Bax, burada deyir ki, D variantına 2 metr saniyə sürətlə sola. 2 ilə bunu sola doğru eləsəm, 2-dən birini çıxsam, sürət qalacaqdır konturdan. Maqnitə görə bunların bir-birinə nəzərən sürəti 1 qalır. Amma mənə lazımdır ki, sürət əmələ gəlməsin. Demək ki, onda eyni sürət, eyni istiqamət olmalıdır ki, orada induksiya cərəyəni yaranmasın və cavab Y variantına gedər. 43-cü sualımızda 80 Selsi dərəcəli temperaturlu 1 ton suyu 100 Selsi dərəcə temperatura qədər qızdırmaq və onun müəyyən hissəsini buxarlandırmaq üçün 130 meqacol istilik miqdarı sərf olunur. Bu zaman buxarlanan suyun kütləsini hesablayacağıq. Gəlin belə eləyək. Birinci burada qızma söhbət gedir. Bura yazıram ki, qızma. Sonra burada buxarlanmadan söhbət gedir. Üzərinə gəldim ki, buxarlanma. Nə qədər bura sərf olundu istilik miqdarı? 130 meqacol. Yəni, ümumi yazıram ki, istilik miqdarımız bizim 130 meqacoldan ibarətdir. Qızmanın düsturu, istəsən gəl bunu qıraqda hesabla. Qızmanın həmişə düsturu, dedi ki, ya qızma ya da soyumanın həmişə düsturu Cm delta T-dən ibarət olacaqdır. Amma buxarlamanın düsturu isə buxar yazıram bura. Bu isə Lm-dən ibarət olacaqdır. Yəni, bu isə ümumi verilən istilik miqdarımız o 130 meqacoldur. Bax, bunun da yerinə yazıram ki, 130 meqacol. Buradan yazıram, bura 130'dur. İndi gəl bunları kənarda hesablayaq, görək nə çıxacaqdır. Bərabərdir. Su, burada suyun xüsusi istilik tutumu 4 ondakı vur 10 üstü müsbət 3-dürsə, elə bunu mən yazıram belə 42 vur 10 üstü müsbət 2 kəsirdən bunu azad edək tam şəkildə olsun. Sonra kütləmizə baxıram. Kütlə bizə 1 ton verilibdir. 1 ton M bərabər nədir? 1000 kiloqramdır. Başqa sözlə bu 10 üstü müsbət 3-dür. Yəni kütlənin yerinə 10 üstü müsbət 3 qoyuram. Bu isə delta T temperatur dəyişimidir. Temperatur dəyişiminə baxaq, hardan hara doğru dəyişib? 100 ilə 80 dərəcə aralığında temperatur dəyişilibsə, deməli, buradakı temperatur dəyişimi 100-dən böyükdən kiçiyin çıxırıq 20 jol elədir. Bunu da yerinə 20 yazsam. Və indi sadələşdirirəm bunu mən. 42-ni 20-yə vurduq. Elə gəl belə 42-ni 2-yə vurduq. Belədir 84. Deməli 10 üstü 2-ni 10 üstü müsbət 3-ə vurduq. 10 üstü 5 elədi. Burada da bir onluğumuz var. Bu da elədi 10 üstü müsbət 6 joldan ibarət. Bunu bu şəkildə elə hərəkət saxlayıram. Bu belə bu şəkildə dursun. Sonra indi yazıram ki, bax bu qızmanın yerinə yazıram ki 84 vur 10 üstü müsbət 6 üzərinə gəlinsin. Buxarlanmanın düsturu dedik Lm-dən ibarətdir. Bunun yerinə Lm yazdım. Bu da bərabər oldu belə. Bizə deyir ki, buxarın kütləsini tap. M buxar sualdır. Bu tapmaq lazımdır bizə. İndi mən buradan mənə biraz yer lazım olacaq. Bu hesabat tərəfimi buradan silirəm. Və indi başlayaq bunları yerləşdirməyə. Kütləni tap deyir. Ya gəl elin də yerinə qiymətini qoyaq, sonra taparıq. Elin də qiyməti 2-10 vur 10 üstü müsbət 6-dırsa, eli də elə belə yazıram da 23 vurulsun 10 üstü müsbət 5 şəklində. Belə. Gəl elin yerinə yazaq.
23 vurulsun 10 üstü müsbət 5. Bu da bizim kütləmizdən ibarətdir. Deməli, indi bax bu hissəni bərabər edirəm. Yəni 23 vurulsun 10 üstü 5 vurulsun kütlə bərabərdir. Bu 130 yazılan bizdə 130 şəklində deyil də meqajouldur. Bax, buradakı meqadır. Mega isə 10 üstü müsbət 6-dır. Bunu belə yazdım. Çıxılsın deyə bax bu tərəfimiz nədir? Fərqimiz də 84 vur 10 üstü müsbət 6-dır. Buradan bir sadələşdirmə aparıram. 130-dan 84-ünü çıxanda deməli bu nə qədər elədi? 10 üstü müsbət 6-lar eynidir deyə onlar çıxırlar mötərizə xaricinə. Ondan 4 çıxanda bu elədi 6. 2-dən də 8 çıxanda, 12-dən də 8 çıxanda bu elədi 4. Olur 46 vur 10 üstü müsbət 6. Və bu tərəfi də köçürdürəm. Olur 23 vur 10 üstü müsbət 5 vurulsun kütlə bərabərdir buna. 10 üstü deməli müsbət 6-lıqdan bu 5-likdən bundan biri gedir. Sadəcə burada bir 0 qalır. Bu şəkildə olur və belə qalır. Sonranda kütləmi də tapanda kütlə bərabərdir. 460 bölünür 23-ə. Bu da elə nə qədər? 20 kiloqram və cavab gedir B variantına. Növbəti sualımıza baxaq. Tutumun bateriyanın ümumi tutumunun 3'te 2 hissəsinin bərabər olan birinci kondensatorun lövhələri arasındakı elektrik sahəsinin enerjisi 10 milijouldur. Kondensatorlar bateriyasının ümumi enerjisini tapacaq. Ümumi enerjini mənə tap deyir. Bir dənə də deyir ki, sənə birinci enerjini vermişəm. Bax, birinci enerjini vermişəm. Onda yazıram ki, birinci enerjimiz var 10 milijouldan ibarətdir. 2 dənə tutum var deyə. Deməli, mənə 2 dənə ikinci enerji də mənə lazımdır. Sonra ümumi deyəndə, deməli, birinci enerji ilə ikinci enerjinin cəmini tapmalıyam. Birinci enerji var, ikinci enerji yoxdur. Onu tapmaq lazımdır bizi. İndi nə başa düşürəm mən bu şərtdən? Deyir ki, ümumi tutumun 3'te 2 hissəsindən bərabər birinci kondensatorun. Bax, bu nə deməkdir? Gəl belə götürək. Biz görürük ki, bura paralel birləşmədir. Paralel birləşmə olanda ümumi tutumu tapanda S1 ilə S2-nin bu cəmindən ibarət olacaqdır. Ümumi tutuma bir S şəklində desəm, bu isə mənə dedi ki, sənin 3'te 2'nin birinci kondensatoru. Yəni, bu birinci kondensatorumuz var. Buradakı tutumları S ilə əvəz etsək, elə bir ümumi tutumu S dedim, düzdür? S1'i də deyir ki, 3'te 2 S ilə əvəz etsin. S1'in yerinə 3'te 2 S yazsaq, üzərinə gəlincə S2. Oradan da biz S2'ni tapanda, S2 də bu da bərabər olacaqdır. 1 S-dən 3'te 2 S-ni çıxacam. Bu da çıxanda 3'te 2 S-ni. Bu isə bizə verdi 3'te 1 S-dən ibarətdir. Vəssalam. Deməli, bizim ikinci kondensatorumuz 3'te 1 S-dir. Birinci isə 3'te 2 S-dən ibarətdir. Yəni, elə eləməliyəm ki, bunun cəmi sənə bir S-ni versin. 3'te 2 S, 3'te 1 S. Cəm nəyə verdi bizə? Bir S-ni vermiş olduq. Bunu bu cür şəkildə əvəz edə bildik. İndi bunları tapıb çıxarandan sonra baxıram ki, bu nə cür birləşimdir? Paralel birləşmədir də. Paralel birləşməmizdə bilirdik ki, gərginliyimiz bizim konstant idi. Ona görə də burada biz elektrik sahəsinin enerjisini tapanda konstant sabit hərfi uyğun düstur. CU-nun kvadratı bölünsün 2 şəklində götürüləcəkdir. Və görürəm ki, enerjinin tutumu ilə düz asılıdır deyə onda başlayıram nisbət qurmağa. İkinci enerjini birinci enerjiyə böləcəmsə, bu tutum ilə düz asılıdır. Onda S2-nin də S1-ə olan nisbəti olur. S2 kondensatorumuz buradan tapdı ki, 3'te 1 S-dir. S2'nin yerinə yazıram 3'te 1 S. S1'in isə yerinə yazıram 3'te 2 S şəklində. Bunu da başqa rəqəmlə yazaqda S1-in də yerinə 3'te 2 S yazıram və S-lər ixtisar olunur, 3'lər ixtisar olunur. İxtisarlarımızı da silirəm, qalır nə? 1 bölünsün 2-dən ibarət. Bunu da buradan silək, qoyduq. Bu da 1 bölünsün 2-dir. Və ikinci enerjimizi tapıram. İkinci enerji bərabərdir. W1 1'ə vurulur, olur. Birinci enerji bölünsün 2. Birinci enerjimiz 10 milijouldur. Yazdıq bura 10 milijoul bölü 2. Bu da elədi 5 milijoul. Demək, ikinci enerjimiz hazır. Ümumi enerjimiz o zaman mənə deyir tap. Birinci enerjim 10'dur. İkinci də 5 olduğu üçün bu cəm bizə 15 milijoul olaraq B variantına gedir.
Yəni yenə də deyirəm, burada diqqətli olmaq lazımdır. Sən elə bilərsən ki, 10 milli tapdın, daha doğrusu 5 milli tapdın, bayaq neçə tapdıq? İkincini 5 tapdıq da. Tez götürərsən, Y variantını yazarsan, sonra deyərsən ki, sual şərti cavab səhvdir, mən düz yazmışam. Amma diqqətli ol. Görsən, deyir, ümumi enerjini tap. Deməli, birinci ilə ikinci enerjini cəmləyəcəksən. İndi isə baxıram 45-ci sualımıza. Bu sualımızda isə bizə deyir ki, fotoseffekt zamanı düşən fotonların enerjisi fotonların çıxış işinin 2 dəfə çox olanda sarğacın gərginliyi 2 voltdan ibarətdir. Düşən fotonların enerjisini 3 dəfə artıranda saxlayıcı gərginlik neçə voltdan ibarət olacaqdır? Bu işıq kvantlarının dərsidir. Deməli, baxaq şərtdə nə deyir? Yenə deyirəm, nöqtəyə qədər verilən hərflər, bunlar həmişə cümləmizin sonuna kimi, birinci cümlənin sonuna kimi veriləndə bunlar bizim birinci tərəflərimiz olur. Burada nə deyir? Deyir ki, fotonun enerjisi, yəni Y foton bərabərdir nəyə? Çıxış işindən 2 dəfə çoxdur. Bərabər A çıxış dəfə çox olanda bu verilən rəqəm vurulur. Deyir, elə olanda sənin gərginliyini mən götürmüşəm, 2 volt ilə əvəz eləmişəm. Amma sonra belə bir təzə bir şərt verir. Təzə şərtdə deyir ki, düşən fotonların enerjisini 3 dəfə artır. Bax, foton enerjisi 2A çıxış deyildi. 2A çıxış deyir. Bunu yeni 3 dəfə artır. Dəfə artım olanda bu vurulsundur. Yəni 2A çıxış yox, vurulsun 3 şəklində olacaq. 3 də 2-yə vurulanda bu deyiləcək 6A çıxışdan ibarət. Sonra deyir ki, bəs elə olanda sənin bu təzə olan gərginliyin var. 6A çıxışa görə olan gərginliyin nə qədər olasıdır? Bu elə bil bizim birinci şərtdir. Bu da bizim elə bir ikinci şərtimizə görə gərginliyi bizdən soruşacaqdır. Yenə də baxırıq ki, həmişə deyirəm, nəyisə yola çıxırsansa, hesablamaq istəyirsənsə, hansı tərəf bolluq, bostanlıqdırsa, hansı tərəfdə daha çox şərtlərin varsa, o hissədən hesabata başla, yola çıxmağa. İndi baxıram ki, Einstein tənlimizi yada salmaq lazımdır. Einstein kişinin tənliyi foton enerjisi bərabər idi. Çıxış işi ilə kinetik enerjimizin cəmindən ibarətdir. Və bir də bunu yadda saxla. Əgər kinetik enerjini yazırsan düsturda, kinetik enerjimiz görürsən, orada gərginlik var, mütləq kinetik enerjinin yerinə EO yazacaqsan. Yəni, sürət olsa mv kvadrat bölünsün 2 yazacaqsan. Gərginlik olsa isə bunun yerinə EO şəklində yazacağıq. İndi gəl yavaş-yavaş buradan verilənlərimizi yerləşdirək. Deməli, foton enerjisinin birinci şərtdə nə dedi? 2A çıxış verdi. Bunun yerinə götürürəm 2A çıxışımızı yazıram. Bərabərdir. Bu yanı da köçürdürəm belə. A çıxış üzərinə gəlsin Y kinetik və 2A çıxışdan 1A çıxışımıza çıxanda bu A çıxışda bərabər olduğu 1A çıxış bərabərdir Y kinetik. Gərginlik də verildiyinə görə kinetik enerjinin yerinə elementar yük vurur, saxlayıcı gərginlik yazıram. Birinci şərtimizdə gərginlik bizə 2 volt verilibdir. Onda elementar yük vurulsun. Gərginliyin yerinə 2 volt yazanda 2-dən belə yazarda çıxış işimiz bizim bərabər oldu. 2 elektron voltdan ibarətdir. Bax, bu çıxış işinin qiyməti 2 elektron voltdan ibarət olur. Bunu yazıram bir kənara və təzə şərtimizi başlayıram icra etməyə. Buradan bunu belə eləyək və indi isə davam edirəm yeni şərtimizi. Yeni şərtimə görə yenə tənliyi götürürəm, köçürdürəm. Foton enerjisi bərabər çıxış işi ilə kinetik enerjimizin cəmindən ibarətdir. Bu bizə nə dedi? Dedi, bu dəfə sənin foton enerjisinin yerinə 6A çıxış qoyacağım. Təzə şərtdir axı. Bunun yerinə 6A çıxış qoyana deyir, gərginliyin nə qədər olacaq? Deməli, onda olur belə. 6A çıxış bərabərdir. Bu yanı da olduğu şəkildə köçürdürəm. A çıxış üzərinə gəlsin Y kinetik. 6A çıxışdan 1A çıxışın çıxanda belədir 5A çıxış bərabər Y kinetik. Dedi ki, bizim A çıxışımızın qiyməti nə qədərdir? 2 elektron voltdur. Onda bu olacaq belə 5 vurulsun 2 elektron volt. Kinetik enerjimizi biz tapdıq ki, bu 10 elektron voltdan ibarətdir. Amma mənə kinetik demir ki, mənə gərginlik deyir ki, sən foton enerjisi 6A çıxış olanda gərginlik nə qədərdir? Dedi ki, biz onda elə olduğu halda kinetikin yerinə elementar yük vurur saxlayıcı gərginlik yazıram. Bax, bu artıq mənim son halımdakı gərginlikdir. 10 elektron voltdursa, buradan elementar yüklər ixtisar olunur və son gərginliyimiz bizim nə olur? 10 voltdan ibarət olacaqdır. Baxım görüm, o məndən sonuncu gərginliyi soruşurdu, yoxsa deyəsən dəyişimini soruşurdu, səhv eləmirəmsə məndən. Və dəyişimini soruşurdu. Deyir ki, gərginliyin sənin neçə volt artacaqdır?
Önce gərginliyimiz 2 volt idi. Bax, birinci halda gərginlik 2 volt idi. İkinci halda gərginliyimiz 10 volt idi. Deməli, nə qədər artdı? 2-dən 10-a dırmaşdı. Aradakı fərq nə qədər oldu? 8 volt oldu mu? Yəni, bunun dəyişimi deltası 10 ilə 2-nin fərqi 8 volt oldu. İndi isə baxıram 46-cı sualımıza. Bunu çevirək belə bu yana. Bu sualımızda isə bizə deyir ki, sürtünmə əmsalı mu 0,5 olan üfüqi səthi üzərində kütlə 2 kiloqram olan cisim dartı qüvvəsinin təsiri ilə hərəkət etdirilir. Hansı qrafik cismin yerləşməsinin proyeksiyasının zamandan asılı qrafikinə uyğun olacaqdır? Bax, bizə buradan dartı qüvvəsini verir 25 Newton. Bunu götürürəm, kənara yazıram. F dartı qüvvəsi 25 Newtondur. Və bir yandan da oradan mu var, kütlə var, J var. Onda mən lazım ki, buradan sürtünmə qüvvəsini tapım. Sürtünmə qüvvəmizin düsturu mu n-dir. Yəni, bax, bu cismin ağırlıq qüvvəsi var. Üzü aşağıya doğru mj. Buna dərhal bu cismə dərhal bir qüvvə reaksiya verir ki, qalxır ki, mən də varam burada. Reaksiya qüvvəmiz n-dir. N də buradan yalnız nəyə bərabər? mj-yə. Yəni, onda reaksiya qüvvəmiz yerinə, n-in yerinə götürəcəm, mj-mizi yerləşdirəcəm. İndi gəlin buradan sürtünmə qüvvəmizi hesablayaq. Sürtünmə qüvvə bərabərdir. Mu-nun qiymətini bizə 0,5 veribdir. Kütləmiz bizim, yəni M-miz 2 kiloqramdır. J də 10-dursa, bu da elədi 20 Newtondan ibarət. Deməli, tapılır ki, bizim sürtünmə qüvvəmizin qiyməti 20 Newtondur. Bu nə deməkdir? Əgər dartı qüvvə sürtünmə qüvvəsindən böyük olarsa, yazıram kənardan, dartı sürtünmədən böyük olacaqsa, bu hərəkət bərabər yeniləşən hərəkət olacaqdır. Yox, əgərlərim sürtünmə dartıdan böyük olacaqsa, bu hərəkət bərabər yavaşlayan hərəkət olacaq. Yox, elə dartı ilə sürtünmə bir-birinə bərabər olacaqsa, artıq bu ya bərabər sürətli hərəkət olacaqdır, ya da sükunət halı olacaq. Bunlardan biri olacaq. Hər bir hallara görə mən sizə indi buradan yenə də qrafiklərimizi verəcəm ki, yadınızda saxlayın. Həm yerdəyişmə üçün, həm də sürət üçün verəcəm ki, imtahan qabağı bunu xatırlamış olasınız. Deməli, belə götürəm. Bu bizim birinci vəziyyətimizə görə deyəcəm bunu. Demək, yer dəyişməmizin zamandan asıllıq qrafikinə baxıram, S-in T-dən asılığı. Bir də baxım görüm, sürət burada hansı istiqamətdədir? Aha, sürətə baxıram, neynir? X oxumuz bizim buradan sağa doğru gedir, amma sürət X oxun əksidir. Bu deməkdir ki, sürətimizin işarəsi mənfidir. Sürətin işarəcə mənfi olmaq, onun azalmağı demək deyil. Sadəcə sürət X oxun əksi istiqamətə getməyini verir bizə. Sürətimiz X oxun əksi istiqamətlidirsə, bax, əgər yeniləşən qrafik isə yerdəşməmiz belə olacaqdır. Üzü yuxarıya doğru olur. Amma sürət burada mənfi olduğuna görə, onda bu qrafik belə yox, tez zaman oxun altında mənə gələcəkdir. Bunun qrafiki bu cür şəkildə olacaqdır. Belə. Buna uyğun görə cavab hansıdır? Və buna uyğun gələn cavabımız bizim B variantı olacaqdır. Amma desək ki, mənə misal üçün bunu sürətdə qrafikin qur. Sürətin zamanın asıllıq qrafiki isə sürətin mənfidə yeniləşən qrafiki belədir. Belə də ola bilər, belədir. Sürətlər aşağıda tez zaman oxunun altında aşağıda mənfidir. Yuxarıda sürətin yerdəyişmədən asılı qrafiki belədir. Bu sürətin işarəci müsbətidir. Sürətin də yeniləşən qrafiki VT qrafikində belə olacaqdır. Qısacası, tez zaman oxunun üstündə sürətlərimiz işarəci müsbətdir. Tez zaman oxunun altında isə sürətlərimiz işarəci mənfidir. Sürətin müsbət olmağı onun x oxu ilə eyni istiqamətə getməyini bildirir. Sürətin mənfi olmaq onun x oxunun əksi istiqamətinə getməyini bildirəcəkdir. Bu belə. İndi keçirəm bu biri vəziyyətimizə baxıram. Sürtünmə dartıdan böyükdürsə bu yavaşlayan hərəkətdir. Yavaşlayan hərəkət olanda qrafiklərimiz bizim tez zaman oxunun kəsməlidir. Yəni belə də bax bu cür şəkildə azalan şəkildə gedir. Sürətin qrafiki isə belə olacaqdır. Tez zaman oxunu da kəsməlidir. Sürətimiz burada işarəci müsbət, burada da həmçinin sürət işarəci müsbətdir. Amma bunun x oxu əksində yavaşlayan qrafiki belə olacaqdır. Sürətin də x oxunun əksi istiqamətə yavaşlayanı bu cür şəkildə olacaqdır. İndi dartı sürtünməyə bərabərdirsə, bu artıq bərabər sürətli hərəkətdir. Bunun qrafiki isə belə olacaqdır. Yer dəyişməmiz zamandan düz xətt şəkildə asılıdır. Çünki təcil burada 0, əvəzləyici qüvvə də 0-dır. SVT ilə düz asılı olur. Və bərabər sürətli hərəkətimizdə isə sürətimizin qrafiki sabit olacaqdır. Buna görə belə olur.
belə olsaydısa, buradakı sürətimiz mənfidə gəlib sabit olacaqdır. Çünki bu x-otun əks istiqamətə getməyi bildirir. Qısacası burada bütün hissənin mövzusunda təkrarlamış olduq yeri gəlmişkən imtahan qabağım. Keçdik indi 47-ci sualımıza, bunu belə çevirək. Bu sualda deyilir ki, proton və alfa hissəcik, yəni helium eyni sürətlə, demək ki, bu ipucu getdi. Düsturun içində sürət olmalıdır. V-miz bizim konstant olacaqdır ki, bunların eyni sürətlə induksiya xətlərinə perpendikulyar istiqaməti eyni bir cins maqnit sahəsi, eyni bir cins sözdə ipucudur, getdi. Yəni, eyni bir cins B-nin konstant olmağı deməkdir. B konstantdır və deyir ki, bu sahəyə daxil olur həm proton, həm də helium alfa zərrəcik. Protona təsir edən Lorentz qüvvəni F-lə əvəz etmişəm, yazıram. F ayağına proton atıram. Bunun qüvvəsini bizə F ilə əvəz elətdirib. Deyir, bəs alfa hissəciyin Lorentz qüvvəsi nədir? Alfa hissəciyə, bax gör, alfa hissəcik nədir burada? Alfanı heliumla əvəz edir. Onda mən alfanı yerinə elə helium yazırım. Helium deyir ki, neçə qüvvədən ibarət olacaqdır? Bu defa. Bilirik ki, Lorentz qüvvəmizin düsturu nə cür idi? V ilə də B konstant olduğuna görə Lorentz qüvvəmizin düsturu QBV sinus alfadan ibarət olacaqdır. Konstantlarımıza sabit hərflərə baxıram. B konstantdır, V konstantdır. Sinus alfaya baxanda perpendikulyar veribdir. Və sinus alfamız perpendikulyar 90 dərəcədir. Sinus 90-da 1 olduğu üçün düstur olur, bu şəklə düşəcəkdir. İndi isə başlayıram nisbət qrup yazmağa. Heliumdan protondan söhbət gedirsə, heliumdan proton üçün nisbət quracam. Deməli, heliumun qüvvəsini protonun qüvvəsinə böləndə yalnız burada dəyişən bir tək hərfimiz yük olacaqdır. Yükę görə nisbət quracam. Yüklə qüvvəmiz bizim düz asılı olduğuna görə, bax bu düz asılıdır da, düzdürmü? Onda isə mən yazacam ki, eyni indeksi yazıram. Buraya helium yazmışamsa, onda yükün də indeksini helium yazacağım. Bura proton yazmışamsa, protondur da bu. Onda yükün də indeksinə proton yazacağım. Axı düz asılıdır. İndi gəlin baxaq ki, bunların protonları, yəni yükləri hansı tərəfdə yerləşdirəcəm. Bura yazıram proton, bura yazıram helium. Protonun bax bu hissəsi ki var, 1, 1. Heliumun da bu tərəfi 2, 4-dür. Yüklər burada yazılır. Q'nun yerinə bax, protonun yükü 1-dir. Heliumun da yükü 2-dən ibarətdir. İndi verilənləri yerləşdirəm. Heliumun yükü 2'dir. Heliumun yerine 2 yazıram. Protonun da yükü 1'dirsə, bunun da yerine 1 yazanda 2 də 1'ə bölünəndə bu nisbətimiz bizim 2'yə bərabər olacaqdır. Yəni, elə bil ki, bizim buradan bu vəziyyətimiz, bu nisbətimiz bizim gəlib 2'yə bərabər olacaqdır. Bunu silirəm. Elə bu nisbətimizə 2 yazıram. Oradan da bizə nə soruşur? Alfa hissəcik, yəni heliumu soruşur. Bunu tapanda bu yana çarpazı olacaqdır. Onda heliumun qüvvəsi bərabərdir 2 F protondan ibarətdir. Bəs proton nə qədər vermişdir? Protonu da sadəcə bir F ilə əvəz eləmişdirsə, onda bunun da yerinə F yazanda cavab 2F olaraq 47 A variantına gedir. Baxaq 48-ci sualımıza. Sualımızı belə çevirək. Qaçda getdi sual buradan bu yana. Demək, bu sualımızda isə deyilir ki, bizə harmonik rəqs edən cismin koordinatının, yəni x-in zaman, yəni t-dən asılı qrafiki verilmişdir. Qrafikin hansı nöqtələrində cismin sürətinin modulu ən kiçik qiymətinə uyğun gələcəkdir? Gəlin belə götürək. Bu mexanik rəqslər və dağlar mövzusunun dərsidir ki, biz bilirdik ki, deməli, sürət idi, impuls idi, kinetik enerji idi. Bu üç fiziki kəməti biz həmişə birlikdə götürürdük. Əgər bu fiziki kəmətlərimiz bizim maksimum olacaqdırsa, təcil idi, qüvvə idi, potensial enerji idi, bir də xm idi, yəni maksimum uzaqlıq idi. O zaman bunlar gəlib minimum olacaqdır. İndi bu bizə deyir ki, sürətin sənin kiçik olsun, yəni sürətimiz onda minimum deyir bizə. Deməli, sürətin minimum olmağını istəyirsə bizdən, o zaman bu fiziki kəmətlərimiz isə bizim hamısı gəlib maksimum olacaqdır. İndi mən də baxıram ki, bizə burada şaquli xəttə nə veribdir? X-i veribdir. Deməli, X-in lazımdır ki, burada nə olsun? Maksimum olsun. İndi belə baxıram. Bir fiziki kəmətin ki, maksimum olmağı lazımdırsa, onun təpə və çökük nöqtələrinə baxılmalıdır. Baxıram ki, X-in 2 təpə nöqtəsi, 4 çökük nöqtəsi. Yəni, bunların qiymətləri maksimum 0-dan ən uzaq olan qiymət olaraq 2, 4-dən ibarətdir. Cavab olur burada
B variantı. Və bir də bunu yadda saxla. Əgər sürətin maksimumu desəydi, onda bu fiziki qiymətlərin minimumu olacaq idi. İndi baxmaq lazımdır ki, x-in minimum qiyməti. X-in minimum qiyməti tez zaman oxunun üstünə düşənlərdir. Tez zaman oxunun üstünə düşən 3 və 5-dir. Burada çünki qiymət hara gedir, çıxır? Gedir sıfıra çıxır da. Çünki 3 ilə 5 daxil bunun qiyməti sıfırdır, yəni minimumdur. X burada minimumdursa, sürət ailəsi burada maksimum olacaqdır. Fərqi yoxdur. X durmasın, burada sürət dursun, impuls dursun. Hansı fizik qiymət durur, dursun bu şaquli xəttin yerində. Burada duran kim durursa dursun, hamı təpə və çökük nöqtələrdən maksimumdur. Yəni onda bu şərtə görə sürət 2 ilə 4-də maksimum olar. Sürət isə tez zaman oxun kəsirsə, orada minimuma gəlib düşəcəkdir. Yəni 3 ilə 5-də 1-də. Bax, bu nöqtələrdə isə sürət 1, 3, 5-də minimum olacaqdır. Yenə də həmişə belə bir misal çəkirəm. Sürətin yerində lap bir adam adı qoy. Əli olsun, Vəli olsun, Qulu olsun. Hamı təpə və çökük nöqtələrdən maksimum, hamı tez zaman oxunuşunda isə minimum qiymətdən malik olacaqdır. Cavab qısacası 48-də B variantına gedir. 49-cu sualımıza baxaq. Düz xətli bərabər təcili hərəkət edən cismin sürətinin zamandan asılı qrafiki verilmişdir. Təcilin proyeksiyasını tapın. Baxıram ki, buradan sürət getdikcə artır. Deməli, bu bərabər yeniləşən hərəkətdir. Bərabər yeniləşən hərəkətimizdə demək bu təcili hərəkətdir. Onda təclimizin düsturu bərabər sürət dəyişimi bölünsün zamandır. Sürət dəyişimi delta V bölünsün T'dir. Və delta V'nin yerinə son sürət çıx, başlanğıc sürət bölünsün zaman şəklinə yazacağım. Buradan sürət ilk çıxdığına görə onun başlanğıc sürəti 0-dır. Gələndə buradakı zamanı 10 saniyə və buradakı son sürəti 4-dən ibarət olur. Verilənləri yerləşdirirəm. Son sürət 4, başlanğıc sürət 0, zaman 10-dur. 4-ü də 10-a böləndə bu 0,4 metr saniyə kvadrat olaraq 49 variantına gedir. 50-ci sualımızda elektrik közərməsi lampasının şərti işarəsi hansıdır? D lampa burada közərir. Bu bizim lampamız olacaqdır. Birinci qızdırıcıdır. A variantı qızdırıcı, B variantı yarımkeçici dioddur. Bu D olan kondensatordur. Bir tərəfi müsbət yük, digər tərəfi mənfi yükdür. Bu isə müqavimətdir, metal rezistordur. Bu isə lampadır. Cavabımız bizə lampanı deyir. 50 C variantına gedir. 51-ci sualımıza baxıram. Bu sualımız isə elektron bir cins elektrostatik sahəyə daxil olur. A nöqtəsində kinetik enerji 100 elektron volt olarsa, B nöqtəsində bu nəyə bərabər olacaqdır? Deməli, bizə A nöqtəsində kinetik enerjimizi yazıram. A nöqtəsi üçün kinetik enerji 100 elektron voltdan ibarətdir. Bəs deyir ki, B nöqtəndə sənin kinetik enerji nədən ibarət olacaqdır? Gəlin belə elək. Mən baxıram ki, bax bizim buradakı bu ərazidəki elektron girib, bax bura elektron bir cins sahəyə daxil olub da hardan hara doğru gedir? Öncə buradan A-dan B-yə doğru gedir də. Deməli, A bunun birinci vəziyyəti, B isə onun ikinci vəziyyəti olacaqdır. İndi biz bir yandan da bilirik ki, iş kinetik enerjimizin dəyişimindən ibarətdir. Bunu yazdıq belə. İndi gəlin belə eləyək. Biz də bir yandan bilirik ki, işin açılışı nətər idi? Buradan işin yerinə gətirəcəm, yazacağım. Yəni elə bir kinetik enerjimiz bərabərdir yazıram buradan. Elə bunu çevirim bu yana. Bərabər yazım ki, bu A-ya bərabərdir və A-nın da yerinə Q delta F-mizi yerləşdirəcəm. Delta F. Bəs delta F nətərdir? Gəl delta F-ni kənardan deyim yazaq. Delta F yeganə fiziki qimətin deltasıdır ki, yəni dəyişimidir ki, onun başlanğıcından sona çıxıram. Başlanğıcdan sona çıxmaq. Başlanğıclar birlərdir, sonlar da ikilərdir. Başlanğıcımız bizim burada A nöqtəsidir. Yazıram ki, delta F-miz bərabərdir. Onda bura Fi A yazıram, digərinə Fi B yazıram. Belə. İndi Fi-miz nə qədərdir? 20 voltdur. Bunun yerinə 20 volt yazıram. Fi B-miz də 40 voltdur. Bunun da yerinə 40 volt yazanda delta Fi-mizin, yəni dəyişimi mənfi 20 voltdan ibarət olacaqdır. Bunu qoydum bir kənara. Yəni, bunun qiymətinə mən yazacağım ki, mənfi 20 volt. Onda kinetik enerjimiz bizim yerə bərabərdir. Burada yük var. Yükün yerinə isə N, yəni elektronların sayı vursun N-yə yazacağım. 7 elementar yükdür. Bir də düsturu yazıram. Delta F-dən ibarətdir. İndi elektronu yazıram. Mənfi 1, 0-dır. Elektronun sayı nə qədərdir? 1 yox, həm də -1 var. Onda buradakı N-in yerinə yazıram ki, -1,
Qoy bunu yazaq bura -1, sonra delta fini nədir? Tapdım. -20 volt tapdım. Delta finin də yerinə -20 volt yazıram belə və buradan mənfiyə vurularaq böləcəkdir müsbət. Yəni kinetik enerjimizin dəyişimi elədi müsbət 20. Önündə bir elektron var, bir də volt var. Onda olur 20 elektron voltdan ibarət. Biz tapdıq ki, kinetik enerjimizin dəyişimi 20 elektron voltdan ibarətdir. Və həmçinin bilirik ki, kinetik enerjimizin dəyişimi nə cür tapılacaq? Son kinetikdən başlanğıc kinetik çıxılacaqdır. Buradakı son bizim ikinci vəziyyətimiz B nöqtəsidir. Yəni sonun yerinə B nöqtəsi yazacağım. Başlanğıcımız isə bizim buradakı bir nöqtə sonra A-dır. Onda bu da yazacağım kinetikimizin A-sı bərabərdir. Nəyə bərabərdir bu? 20 elektron voltdan ibarətdir. Bizə deyir ki, sən B nöqtənin kinetikini tap. Mən B nöqtənin kinetik enerjisini tapacamsa, onda bu ifadə belə olacaqdır. Kinetikimizin B nöqtəsi bərabərdir 20 elektron volt üzərinə gəl. Bax, bu yana keçəndə bərabərdən bu yana artıq mənfi müsbətə könül olur. Kinetik enerjimizin A nöqtəsi və kinetik enerjimizin də A nöqtəsini bizə şərtdə 100 vermişdi deyə. Bax, buradan şərtdə 100 vermişdi. Onda A nöqtəmin də yerinə gətirəcəm. Buradan 100-ü yerləşdirəcəm. Aha, bir dəqiqə, bu mən nə yazmışım? Buradan 20 yazmalıydım. 20 elektron volt üzərinə gəldim 100 elektron volt və bu da elədi 120 elektron volt cavab A variantına gedəcəkdir. Yenə də belə bir ümumiləşdirmə aparım. Bunu yadınızda saxlayın. Həmişə delta f'ini tapanda ilkdən, yəni birincidən başlanğıc çıxacaqsan. Başqa deltalar olanda, misal üçün, başqa fiziki məsələn deltası yəni dəyişmə olanda sondan başlanğıcını çıxacağam, sondan başlanğıc çıxıram. Və yaxud da sürətin dəyişimi götürəcəmsə, son sürət, yəni ikinci sürətdən birinci sürəti çıxaram. İmpulsun dəyişimi olanda son impulsdan, yəni ikinci impulsdan birinci. Yalnız delta f'nin əvvəlincidən başlanğıcını çıxacaqsan, bunu da belə yadda saxla. Geçdik sonraki sualımıza. Cevap 51'de A variantıdır. 52. sualımızda dərinliyi 3 kilometre olan dənizin dibinə onun səthindən göndərilən ultrasəs siqnalı neçə saniyədən sonra qəbul ediləcəkdir? Səsin sürəti 1500 metr saniyədir. Bu deyək ki, bizim olsun bir dənizdir, okean deyib də. Buradan da deyək ki, bir gəmidir. Buradan hansı bir obyektin yerini aşkar etmək lazımdır ki, səs göndərilir, o təzədən geri qayıdırsa, demək əks sədə olur. Onda buna görə bizim düsturumuz məsafəni tapanda S bərabər VT bölünsün 2-dən ibarətdir. Bizə isə burada neçə saniyə zaman deyir. İndi verilən fiziki qiymətləri yazıram. Dərinlik, bax bunu S-lə, H-lə yaza bilərəm. Yazaq S. 3 kilometr bir kilo millimetr, yəni 3000 metrdən ibarətdir. Sürətimiz 1500-dür, zamanı da tap deyir. Zamanı buradan tapanda zaman bərabərdir 2S bölünsün V-dən ibarətdir. S-imiz 3000, yazdıq 3000, sürətimiz də 1500-dür. Buradan sadələşdirsək bunları 30-15-ə bölündü 2, 2 də 2-yə vurulur, belədir 4 saniyə və cavab A variantına gedəcəkdir. 53-cü sualımızda kütləsi 2 kiloqram olan cismə təsir edən əvəzləyici qüvvənin zamandan asılı qrafiki verilmişdir. İlk 3 saniyə müddətində qüvvənin işini hesablayacaq. Deməli, məndən iş soruşulur ki, iş nəyə bərabər olacaqdır? Gəlin, indi belə baxırıq. Biz bilirik ki, FT-ni bizə verəndə impulsun dəyişimini biz tapa biləcək. Yəni, delta P bərabərdir. Verilən vəziyyət neçənci saniyədir? 3-cü saniyədir. Bu 3-cü saniyəyə görə verilirsə, artıq bizim bu hissəmiz impulsun dəyişiminə bərabər olacaqdır. Yəni, FT-ni verəndə qısacası impuls dəyişimi S fiqurdan ibarətdir. Buradan bura kimi də bizim fiqurumuz 2 ilə 3-ün hasilindən ibarət olaraq 6 Newton saniyədən ibarətdir. Bunu yazın bir kənara. Sonra bizə şərtdə deyir ki, başlanğıc sürətin sıfırdır. Yadında saxla ki, başlanğıc sürətin sıfır olmağı elə başlanğıc impulsunun sıfır olmağı deməkdir, elə başlanğıc kinetik enerjinin sıfır olmağı deməkdir. Bir delta P'nin açılışı isə bu da belə idi. Son impulsun çıxırdan başlanğıc impulsu. Belə qiymət nəyə bərabərdir? 6-ya. Dedik ki, başlanğıc impuls sıfırdırsa, onda buranı yazdıq belə və yəni son impulsumuz P də bizim bərabərdir. 6 cismin impulsudur. Bu kiloqram vur metr böl saniyədən ibarətdir. Bir yandan da bizə buradan kütləni veribdir.
Kütlənin də yerinə gətirirəm, yazıram 2 kiloqram. Həmçinin biz də bilirik ki, iş kinetik enerjimizin dəyişimindən ibarətdir. Biz dedik ki, kinetik enerjimizin dəyişimini nə cür yazırdıq? Bu yazın buradan. Demək, dəyişim belədir. Son kinetikdən başlanğıc kinetikimizi çıxırıq. Başlanğıc kinetik enerji sıfırdırsa, onda bunu da olacaqdır sıfır. Elə yalnız iş kinetik enerjiyə bərabər olur. Kinetik enerjimizi tapanda impuls ilə sürətlə əlaqəli bir düsturumuz var idi. Daha doğrusu impulsla kütlə ilə əlaqəli bir düsturu var idi ki, o da P-nin kvadratı bölünsün 2M-dən ibarət idi. İmpulsum 6-dır. 6-nın kvadratı ilə də 36. Kütləmiz də 2-dir. Bu da belə. 36-nı da 4-ə böləndə cavab 9 jouldan ibarət olacaqdır. 54-cü sualımıza baxıram. Radiusu R olan kapillər boruda qalxan mayenin çəkisi 2 mN olarsa, 2R radiuslu bu kapillər boruda qalxan həmin mayenin çəkisi nəyə bərabər olacaqdır? Yenə virgülə qədər, nöqtəyə qədər verilən tərəflərimiz bunlar bizim həmişə birinci tərəflərimizdir. Onda olur bu belə. Bizə verilən buradakı birinci radiusumuz R birimiz 1R'dən ibarətdir. Verilən çəkimiz isədir, buradakı mayenin çəkisi P1 isə 2 mN-dan ibarətdir. Bunu yazırıq. Sonra artıq ikinci şərtimiz gəlir. İkinci şərtə görə isə deyir ki, sənin buradakı radiusun 2R'dirsə, buna uyğun olaraq bəs sənin deyir, buradakı sonraki çəkin, yəni ikinci çəkin nədən ibarət olacaqdır? İndi burada maye var, mayenin çəki söhbəti var. Yəni burada səthi gərilmə qüvvəsi var. Səthi gərilmə qüvvəmizin düsturu bilirdi ki, belədir. F bərabər idi, sigma L-dən ibarət idi. F buradakı qüvvəni çəki ilə yaza bilərəm. Yəni P bərabər sigma L-dir. Bizə lazımdır ki, buradan radiusumuzu əmələ gətirək. Bu borudur. Borunun en uc hissəsi dairədir. Dairənin də yerinə biz götürərik. Neyniyərik? 2 pi yerimizi yerləşdirə bilərik. Və buradan da gəl radiusu yekənə yazaq. Yekə ilə yazmışam deyə. Buradan da mən görürəm ki, çəkim radiusla düz asılıdır. Deməli, indi nisbət qurub yazacağım. İkinci çəkinin birinci çəkiyə olan nisbəti radiusla düz asılı olduqlarına görə eyni indekslər qoyulacaqdır. Yəni, bu 2-dirsə, burada 2 düşəcək. Bu 1-dirsə, burada 1 düşəcəkdir. İndi ikinci radiusum 2R-dir. Birinci radiusum da 1R-dən ibarətdir. R-lər ixtisar olunur. İkinci çəkinin birinci çəkiyə olan nisbəti 2-dən ibarətdir. Bizdən də sonuncu çəkini soruşur. O zaman P2 bərabər olacaqdır. 2P1-dən ibarətdir və P1-i də bizə verib nə qədər? 2 mN-dan ibarətdir. Onda 2 də 2 mN-a vurulanda bu delədir 4 mN-dan sualımızın cavabı ibarət. İndi isə 55-ci suala baxaq. Gəlin bunu da bu yana çevirək və baxaq. Bu sualımıza deyilir ki, şəkillərdə silindrik formalı eyni cismin 3 müxtəlif mayedə üzmə şərtləri göstərilmişdir ki, hansı ifadələrimiz bizim doğru olacaqdır? Deməli, burada eyni cisimdir. Eyni cisim nədir? Yəni, bax, bunu belə qırmızı çərçivə alıram cisimlərimsə. Bu qırmızı cisimlər bir cisimdir. Sadəcə bunlar fərqli sulara salınıbdır. Bu birincidirsə, birinci mayemizin sıxlığı, bir atom ayağına. Bu ikinci mayenin sıxlığı, bu da üçüncü mayemizin sıxlığından ibarət olacaqdır. Əgərlərim hansı suyun sıxlığı böyükdürsə, o cisim daha çox çöldə qalacaq. Kim güclüdürsə, o altda qalır. Kim zəifdirsə, yüngüldürsə, o üstdə qalacaqdır. Mən baxıram ki, burada bizim birinci mayenin sıxlığı var. Gör nə qədər atıbdır bu qırmızı rəddəki cisimimizi də və birinci qabda gör nə qədər atıbdır bu cismi. Çölə daha çox atıbdır. Buna görə birinci mayenin sıxlığı daha böyükdür. İndi gəl bax bu səthlərə bax. Görürsən, ən çox batan üçüncü cisimdir. Onda deyəcəm ki, üçüncünün sıxlığı daha azdır, daha kiçikdir. Amma birincinin sıxlığı isə daha böyükdür. Deməli, bu birinci şərtimiz bizim doğru olacaqdır. Üçüncü mayenin sıxlığı ən böyükdür. Əksinə dedik ki, üçüncü mayenin sıxlığı daha kiçikdir axı. Orada cisim çünki çox batıbdır. Az batsaydı, hamısı az, onda olardı. Deməli, ikinci şərt yanlışdır. 3-ə baxıram. İkinci mayenin sıxlığı cismin sıxlığına bərabərdir.
İkinci maye bu ortada duran sudur. Bunun əgər cisimlə mayenin sıxlığı bir-birinə bərabər olmağı o deməkdir ki, yəni bu cisim tam bu suyun içində yerləşməli idi. Belə olmalı idi. Bu zaman daxilində olacaq idisə, bunun müəyyən hissəsi çölə batmalı deyildi. Tam şəkildə içində olmalı. Dibində yox, ha, içində olmalı idi. Müəyyən hissəsində ola bilər. Nə bilim, belə ola bilər, belə yerləşə bilər. Nə başı çölə çıxmalıdır cismin, nə də ayağı cismin burada yerə dəyməlidir. Yəni, bax, bu qırmızı çərçivənin içində yerləşməlidir cisim. Suya batmamalıdır. Sudan başını çölə, bax, bu cür şəkildə bir də çıqqılı da olsa çölə çıxarmamalı. Ya da belə düşməməli. Ancaq daxilində də ola bilər, müəyyən yerlərdən də ola bilər. Amma əli, ayağı belə deyək də, qaba dəyməməlidir bu cür şəkildə. Vəssalam, yəni yuxarı aşağı dəyməməlidir. Onda demək ki, nə olur? Bərabər deyil. Bu deyil, bərabərdir. Bərabər olmayacaq. Bax, bunu götürməm. Bərabər olsaydı, dediyim kimi, suyun daxilində yerləşmiş olacaqdır. Keçirəm sonra dördüncü şərtimizə. İkinci mayenin sıxlığı cismin sıxlığından 2 dəfə böyükdür. Deməli, bu bizim ikinci mayemizdir. Yəni, bu suya baxıram. Gör, nə qədər hissəsi batıbdır. Yarısı batıbdır. Düzdürmü? 2də biri batıbdır. Deməli, onda bu doğrudur ki, ikinci suyun, yəni mayenin sıxlığı cismin sıxlığından 2 dəfə böyük olacaqdır ki, bunun yarısı üzdədir, yarısı altdadır. Bu dördüncü şərtimiz də bizim doğrudur. İndi 5-ə baxıram. 5-də deyir ki, birinci mayenin sıxlığı cismin sıxlığından 3 dəfə böyük olacaqdır. Bu sıxlıqları müəyyən kəsir şəklində veriləndə, bax, nə cür şəkildə baxılacaq. 3də 1 haşdırsa, bir vahiddən 3də 1-in 3də 2-si verib daha doğrusu çıxanda, belədir 3də 1. Bu o deməkdir ki, birinci mayenin sıxlığı cisimdən 3 dəfə böyük olacaq. Yəni, bu şərtimiz bizim doğru olacaq. 6-da isə deyir ki, 6-cı şərtdə, üçüncü mayenin sıxlığı 3 dəfə böyükdür. Yox, bu elə olmayacaq. 3də 2 dəfə böyükdür. Yəni, bu 3də 1 deyilmi? Bir vahiddən 3də 1-in çıxanda bu 3də 2 eləyəcəkdir. Buna deyəcəm ki, üçüncü mayenin sıxlığı cismin sıxlığından 3də 2 dəfə böyükdür. Yəni, bu da uyğun gəlir. Doğru cavablar 1, 4, 5-dən ibarət olur. 56-cı suala baxaq. Hamar üfüqü müstəvidən qoyulmuş M kütləli, 2M və 3M kütləli 3 kub bir-biri ilə sapla bağlanmışdır. 3M kütləli kub F qüvvəsə dartılır. Bax, bu F qüvvəsə dartılır. Buradakı T gərilmə qüvvəmiz də bizim 15 Newton olacaqsa, deyir F qüvvəsini tapın. Bu məsələləri mövzu izahında ailə məsələləri adlandırmışdım. Evin başçısı, ailəsi atadır. Qabaqda gedir, bütün evin yükü onun üzərinə düşür. F qüvvəmiz bilir ki, M A-dan ibarətdir. İndi baxıram ki, F nə qədər dartır özü ilə bərabər kütləni. Həm M-i, həm 2M-i, həm 3M-i, düzdürmü? Kütlələrimiz bizim burada toplanır. 3M, 3M buna yazıram ki, 6M-dən ibarətdir. Təcilər də eyni olduğu üçün təcili yazmıram. İndi isə gərilmə qüvvəsinə baxıram. Gərilmə qüvvəmiz ipdə yaranan qüvvədir. Gərilmə qüvvəni də ana adlandıram. Daha sonra evin üzərinə ananın yükü düşür atadan sonra. Deməli, ana nə qədər yükü cismi özü ilə bərabər dartır, M və 2M-i dartır. Deməli, M ilə 2M-in də cəmi 3M-dən ibarətdir. Bunu da belə yazsaq qurtardıq. Sonra bir dənə bunların ortasına belə bir kəsir xətti çəkirsən və bir dənə də belə bir bərabərliyini qoyursan, tənliyini həll edirsən. M-lər ixtisar olunur. 6-nı 3-ə böləndə bu nisbətimiz bizim 2-yə bərabər olacaqdır. Oradan da F qüvvəsini tap deyəndə F bərabərdir 2T-yə çarpaz vurulur. T gərilmə qüvvəmizi bizə 15 verdiyinə görə bu da elədiyi sualımızın cavabı 30 Newtondan ibarət. 57-ci sualımıza baxıram. V2 voltmetrin göstərişi 20 volt olarsa, uyğunluğu müəyyən edəcək. Baxıram, indi öncə verilən tərəfinizə. Mən baxıram ki, buradakı V2 gərginliyimiz buradakı tutuma cavab getir. Çünki bu, bunu ölçür. Bu belə. Digər yandan da baxıram ki, buradakı S1 ilə S2 kondensatorlarımız bizim hər birinin qiymətləri eynidir. Onda belə çıxır ki, buradakı V2 voltmetrimizin də V1 voltmetrimizin də göstərişi elə V2-yə bərabərdir. Niyə görə elə olur? Çünki bura görürəm ki, ardıcıl birləşmədir. Ardıcıl birləşmələrimizdə yüklərimiz bizim konstantdır. Hansılardır? Birinci, ikinci, üçüncü. Yəni, 3 yükümüz də burada hamısı bir-birinə bərabərdir. Q1, Q2, Q3 konstantdır. Başqa sözlə deyəcəyim ki, ümumi şəkildə desək, yük burada dəyişməz, yəni konstant olacaqdır. Deməli, əgərlərim bu mənə dedirsə, sənin ikinci gərginliyin 20 voltdan ibarətdirsə, bax, eyni tutumdur.
Düzdürmü? Eyni yüklərdir. Birinci ilə də ikinci, üçüncünün də hamısının yükü bir-birinə bərabərdir. O zaman V1 nə cür dəyişə bilər ki? Yəni O1 nə cür dəyişə bilər? Dəyişə bilməz. Demək ki, birinci gərginlik ilə ikinci gərginliyimiz də hər biri eyni voltdan ibarət olacaqdır. Onda birinci gərginliyimizi 20 volt şəklində tapıram. İkincini onsuz da özü vermişdir. Bəs üçüncünü nə cür şəkildə çıxarda bilərik? Üçüncü gərginlik tapmağa nə var ki, bilirik ki, gərginlik nədir? Yükün tutumu olan nisbətindən ibarətdir ki, yük eynidir. Bununla müqayisə nisbət yazmağa ehtiyac yoxdur. Gərginliklə tutumu üçün nisbət yazacağam. Yəni, bax, buradan üçüncü gərginliklə U2 üçün nisbət yaza bilərəm. U3-ün U2-yə nisbəti bərabərdir. Tutum ilə tərs asılıq olduğuna görə C2-nin də C3-ə nisbəti şəklində yazacağam. Deməli, tərs asıdıraq. Ona görə indekslərini fərqli şəkildə yazdım da. Buradan gördük ki, C1, C2-dir, C1-dir, eyni tutumdur. Belə. Üçüncü tutuma baxanda isə bu nə qədərdir? 2C-dir. Bunun da yerinə 2C yazanda C-lər ixtisar olunur. Nisbətimiz bizim 2-də 1-dən ibarət olur. Belə yazıq. Sonra üçüncü gərginliyi tapıram. Üçüncü gərginliyimiz də bizim buradan bərabərdir. Deməli, U2 1-ə çarpaz vurulur, o olur U2 bölünsün 2-dən ibarətdir. İkinci gərginliyi də bizə 20 volt verirsə, 20-ni də 2-yə böləndə bu delədir 10 voltdan ibarət. Demək ki, biz tapdıq ki, üçüncü gərginlik də 10 voltdan ibarət olur. Birinci gərginlik isə 20 voltdan ibarət olacaqdır. Sonra burada mənə nə deyir? Gərginliyin dövrədəki amplitud qiymətini tapmaq deyir. Aha. İndi yaxşı, gəlin bunu belə edək. Bu gərginliyin dövrədəki amplitud qiyməti o deməkdir ki, yəni sən ümumi buradan gərginliyi tap, sonra onun amplitud qiymətini götür çevir. Nə cür şəkildə icra edə bilərik? Biz deməli, yəni buranı belə elə. Biz bilirdik ki, ardıcıl birləşmələrimizdə gərginliklərimiz bizim toplanmış olacaqdır. Yəni, birinci gərginlik, ikinci, üçüncü gərginlikləri buradan yerləşdirim. Birinci gərginlik 20 volt, ikincini onsuz da özü bizə vermişdi 20 volt, üçüncünü də mən tapdım ki, bu da 10 voltdan ibarətdir. Bax, bu başdan çıxan gərginlik bu hissələrin üçünün də cəmindən ibarət olacaqdır. Yəni, ümumi gərginliyimiz bizim bərabərdir. Birinci ilə, ikinci ilə, üçüncünün cəmindən ibarətdir. Yəni, 20 üzərinə gəlsin, 20 üzərinə gəlsin 10. Bu ümumi buradakı gərginlik də 50 voltdan ibarətdir. Bu isə mənə amplitud qiymətini tapdıyır. Amplitud nə deməkdir? Biz bilirdik ki, gərginliyin, yəni indicə tapdığım ani qiyməti bərabərdir. Gərginliyin maksimum qiyməti kökdə 2 dəfə bundan kiçik olacaqdır. Yəni, bax, U-emi tapdıyır, maksimum gərginliyi tapdıyır. Maksimum gərginliyi tapanda kökdəki U-ya vurulacaqdır. Yəni, gərginliyin maksimum qiyməti bərabərdir. Kökdə 2 U-dan ibarətdir. Və buradan da bizə kökdə 2-nin qiymətini 1,4 verirdir. Kökdə 2-nin yerinə 1,4 yazıram. Ümumi tapdığım gərginliyimiz də bax, bu 50 voltdur da. Bunu da 50 volta vuranda bu da elə bil 14-ü 5-ə vurmaq sayılır. Bu da nə qədər eləyir? 70 voltdan ibarətdir və salam. İndi bütün fiziki əməklərimiz burada hazır. Verilənlərə yerləşdirəm. Birinci gərginimiz nə qədərdir? 20 voltdur. Onda 20 volt hara getdi? Birinciyə D variantı uyğun gəldi. Sonra üçüncü gərginlik 10 voltdur. Bu oldu bura A variantı və ümumi amplitudumuz nə qədər tapdıq? 70 volt tapdıq. 70 də hara getdi? C-yə getdi və son cavablar D, A, C-dən ibarət olur. Baxaq növbəti sualımıza. Sual 58. Bu sualda isə bizə deyilir ki, təkrar emal zavodunda ağır dəmir parçalarını xüsusi maqnit qurğusu özünə cəzb edərək qaldırır və lazım olan yerdə maqnitsizləşərək onları boşaldır. Bu tipli kranların işləmə prinsipi nəyə əsaslanır və onun yük götürmə qabiliyyətini necə artırmaq olar? Cavabınızı əsaslandıracaq. Bax, öncə maqnit sözünü gördünüzsə belə yadda saxla. Bu elektromaqnit induksiya hadisəsinə əsaslanmış olacaqdır ki, bu emal zavodlarında kranları, adətən dəmir parçaları, demək, elektrikli cərəyana qoşularaq nə qədər ki, cərəyan yüksək olacaqsa, o qədər burada dəmir parçaları həmin bu kranımızın bu hissəsinə sarğıların da sayısı nə qədər çox olarsa, daha çox dəmir parçaları qaldırmış olacaqdır. Yəni, bu loru desə tokla işləyir, cərəyanla işləmiş olacaqdır. Yəni, elektrik verəndə
elektrik verəndə bunun bu göy hissəsi maqnitdir də. Burada dəmir parçaları qaldıracaqdır. İstədiyi yerə apara biləcəkdir. Yox, amma elektrik kəsəndən sonra bu dəmir parçaları düşəcəkdir yerə. Və nə ilə işləyir? Elektriklə, cərəyanla işləmiş olacaqdır. İndi cərəyan işləyirsə, onda belə deyə bilərəkmi? Cərəyan nə qədər yüksək olarsa, o zamanda bunun yük götürmə qabiliyyəti o qədər də yüksək olacaq. Gəlin buna uyğun belə bir düstur da verim. Bir indüksiya vektoru bərabərdir. Burada sarğıların sayı vardı. N düsturunda yazacaq. N də olur burada. Mu 0. N vurulsun cərəyan şiddət bölünsün həmin bu sarğıların uzunluğudur. Deməli, mu burada dəmir maqnit nüfuzluğu, mu 0 vakuumdakı maqnit nüfuzluğu, N buradakı sarğıların sayı, I cərəyan şiddət, L uzunluq, B də indüksiya vektorumuz olacaq. Yəni qısacası bu nə qədər çox olarsa, B maqnit indüksiya vektorumuz da o qədər yüksək olacaq ki, o daha çox dəmiri götürüb dəmir parçalarını, dəmir hissələrini götürə bilsin. Baxaq sonraki 59-cu sualımıza. Bu sualda isə deyilir ki, sərvoçdan axan cərəyan şiddəti 0,4 amper artırdıqda maqnit sahəsinin enerjisi 9 dəfə artdı. Sarğaçdan axan cərəyan şiddətinin son qiyməti nə qədərdir? Cərəyan şiddəti ilə əvəz olunur. Son deyəndə, yəni ikinci cərəyan şiddətimizi tapacağım. Başlanğıc desəydi birinci cərəyan şiddəti olacaqdı. İndi gəlin bu şərti oxuyaq. Cərəyan şiddətini deyir ki, 0,4 dəfə artırdı. Belə vəziyyətləri nə cür yazırsan? İkinci, yəni son hərfi birinci, yəni başlanğıc hərfə bərabər elə. Sadəcə buradan artım deyəndə əvvəlinci, yəni birincinin üzərinə 0,4 gələcək. Növbəti şərtdə isə deyir ki, maqnit sahəsinin enerjisi 9 dəfə artıbdır. Onda yenə ikinci enerjini birinci enerjiyə bərabər elə. Burada isə 9 dəfə artım deyibdir. Elə olduğu halda dəfə artımsa bu vurulsun deməkdir. Yazıq belə. Bir də sarğaç sözünə fikir ver. Sarğaç sözü elin, yəni induktivliyin konstant olmağı deməkdir. Bilirik ki, konstantlar düsturun içində mütləq iştirak edəsidirlər. İndi mənim buradakı bu üç fiziki kəmiyyata uyğun ortaq bir düsturum var ki, enerjimiz bərabərdir. L i-nin kvadratı bölünsün 2-dən ibarətdir. Mənə buradan cərəyan şiddətini tap deyir. Cərəyan şiddətimizi tapanda, gəl tapaq. Cərəyan şiddətimiz bərabərdir 2W bölünəcəkdir elə. Cərəyan şiddətinin başı kvadrat olduğuna görə bunlar girir kökün altına. Nisbət nəyə uyğun yazılır? Sarğac sabitdirsə deməli doğru düstur tapmışam. Nisbət həmişə dəyişilən hərflərə görə yazılacaq. Və görək ki, cərəyan şiddətim enerji ilə düz asılıdır. Onda nisbət qururam. İkinci enerjinin birinci enerjiyə nisbəti, daha doğrusu ikinci cərəyanın birinci cərəyana nisbəti olacaq. İkinci enerjinin birinci enerjiyə nisbəti. Enerjinin vəziyyəti hal-hazırda kökün altında olduğu üçün mən də bunu kök altına salıram. Sonra ikinci enerjinin 9W1-dirsə, bunun yerinə 9W1 yazıram. Məxrəcinə W1 var və bu W1-lər ixtisar olunur. Qalır yalnız 9. 9 da kökdən 3 çıxacaqdır və bizim bu nisbət 3-ə bərabər olacaqdır. İndi oradan da üçüncü cərəyan şiddətini tapanda 3 i1-ə çarpaz vurulur və olur belə. i2 bərabərdir 3 i1-dən ibarətdir. Sonra nə edirik biz? Buradan ikinci cərəyan şiddətinin yerinə i1 üstəgəl 0,4-ü yazıram. i1 üstəgəl 0,4. Bu tərəfdə 3 i1-dən ibarətdir. Belə 3 i1-dən 1 i1-i çıxanda bu elədik 2i1 bərabərdir 0,4 və birinci cərəyan şiddətimiz elədi 0,2 amper. Mənə başlanğıc cərəyan şiddətini demir, son deyir. Son deyəndə bu isə bizim ikinci fiziki kəmiyyətlərimiz olacaqdır. Yəni bax ilkini tapdır. i1-i nə tapmışam? i1-in yerinə gətirirəm, buradan yazıram. 0,2, bir də üzərinə gəldi 0,4. Demək ki, bizim buradakı sonuncu cərəyan şiddətimiz 0,6 amperdən ibarətdir. Başlanğıc desəydi, başlanğıc cərəyan şiddətimiz isə 0,2 amperdən ibarətdir. Və cərəyan şiddətimizin dəyişimi desəydi, yəni nə qədər dəyişibdir, nə qədər artıbdır desəydi, 0,6 ilə 0,2-nin fərqi 0,4 olasıydı, amma ikincinin tapdığı ikinci 0,6 amper oldu. Geçdik buradan 60-cı sualımıza, bu yanlarımızı buradan silək. Sual 60. Ən azı 2 şüadan istifadə edərək S nöqtəvi işıq mənbəni müstəvi G güzgüsündə xəyalını quracaq. Gəlin belə eləyək. Bu hissədən bir dənə riyaziyyat vərəqi götürək.
Demək, bu olsun bizim riyaziyyat vərəqimiz biraz böyük şəkildə yerləşdirək. Aha, deyək ki, bu bizim müstəvi güzgüdür. Müstəvi güzgü bizim gündəlik həyatımızda bəzənib düzənib istifadə etdiyimiz güzgüdür. Deyək ki, bura bizim bir S işıq mənbəyimizdir. İndi iki dənə şüa yolu dediyinə baxırıq. Bax, biz bir dənə şüamızı göndərdik. Bu güzgüyə bu cür şəkildə tam perpendikulyar göndərdik. Bu nə cür şəkildə gəlirsə, o cür şəkildə bu geri qayıdacaq. Yəni, belə gəlsə, belə də əks ona geri qayıdacaqdır. İndi buradan baxıram ki, bu S işıq mənbəyimiz buradan bura qədər, güzgüyə qədər olan məsafəmiz deyimiz 2 bölgüdürsə, onda bunun xəyalı da, yəni F-i də elə buradan 2 məsafə, yəni eyni məsafə, eyni uzaqlıqda olacaqlar. Yəni indi buradan da yazıram ki, bu burada yerləşəcəkdir. Bu bizim bir şüamızın yoludur. Bu belə. Bir yandan da onun özü yox, uzantıları görüşür də. Çünki bu belə gəlir, şüa belə geri qayıdır. Demək ki, indi bunun özü yox, uzantıları qırıntı, qırıq-qırıq yəni xətləri buradan görüşəcək. Bu bir şüamızın yoludur. İndi isə keçid edirəm ikinci şüamızın yoluna. Və buradan məsafələrimizi silək. Aha, bu cür şəklə yerləşdirdik. İkinci şüamızı da bu güzgünün aşağı hissəsindən qoyduq. Buradan gətirirəm, belə yerləşdirirəm. Yadda saxla ki, buradakı bucağı nə qədərsə, onun bu yandan da qayıtma bucağı o cür şəkildə olur. Bax, elə bir belə götür. Bu hissə nə qədər düşüb aşağı? Bir dama düşübsə, bir dama da buradan bu geri qayıdacaqdır. Yəni, bunun buradan bu cür şəkildə gedəcəkdir. Belə. İndi mən bunun uzantısını çəkməliyəm. Bunların uzantıları görüşəcək. Bura elə ki, bizim bax, ikinci şüamızdır. İkinci şüamızın özü yox, uzantıları, yəni qırıq-qırıq xətləri gəldi. Düz burada görüşdülər. Yəni, bax, buradan da qırıq-qırıq xətlərimizi belə çəkirəm. Bu da belə. Yəni, ikinci şüamızın da yolu bundan ibarət olur. Buradakı artıq xətlərimizi silək. Bu da olur belə. Müstəvi güzgüdə iki şüamızın yolunu çəkdik. Biri perpendikulyar şəkildə gəlir və geri qayıdır. Özü yox, uzantıları görüşür. İkinci şüamızın yolunu isə güzgünün aşağı hissəsini yerləşdirdik, belə olur. Yəni, bunu indi mən bu cür, birini perpendikulyar belə yerləşdirdim, birini müəyyən bucaq altından bu cür yerləşdirdim. Yəni, istəsəniz bunu belə də yerləşdirmək, onu necə şəkildə istəsən yerləşdir. Yəni, istəsən güzgünə bunu, bax, belə yerləşdir. Güzgünü qoy buram. Biraz bu xəttimizi uzadaq ki, bölgülərimizi düzgün götürə bilək. Götürdüm, deyək ki, S işığımızı buradan yerləşdirdim. Onda güzgünün bir yandan belə yerləşdirdimsə, bunu, bu, bir dənə fikir ver, nə qədər gəlib qalxıbdır bura bir damada. Düzdür, onda bu buradan qayıdacaqdır. Bu yandan çıxıb gedəcəkdir belə. Buradan çıxacaqsa, bunun özü yox, uzantılara bax. Bu hardasa uzantılara bax, buralardan gəlib çıxacaqdır. Bura olur bizim bir şüamızın yolunun uzantısı. İkinci şüanı göndərsə, buranın oldu bir şüanın yolu belə getdi. İkinci isə buradan göndərsək belə, o zaman bu da olur nə cür şəkildə bir dama belə gedibdirsə, onda bir dama da buradan gəlib çıxasıdır. Bu da belə getdi. Bu cür şəkildə biraz əyri getdi xəttimiz buradan bizim bunu düz çəkək. Belə olur, belə gedir. Bu da ikinci şüa yolu. Özü yox, amma uzantıları buradan keçib gedəcək. Biraz əyri getdi, amma yəni əsas odur ki, mahiyyətini anlayın da bunun. Bu cür şəkildə getdi. Bu da bizim oldu ikinci şüamızın xəyalı, bu da birinci şüanın yolu. Belə, ümid edirəm izahlar sizə aydındır. Növbəti izahlarımızda görüşənədək sağ olun, Allah amanında.